Oksigen alınması xassələri. 45-ci sual. Oksigen üçün hansı ifadə doğru deyil? Havadan ağır qazdır. Bu doğru ifadədir. Çünki oksigenin nisbi molekul kütləsi 32-dir. Yəni O2 nisbi molekul kütlə 32-dir. Hava isə orta molyar kütləsi 29-dur. Deməli 29-dan yuxarıdırsa havadan ağır qazdır. Qeyri-metaldır, bəli, doğrudur. Metalları qaynaq etmək üçün istifadə edilir. Bu da doğru ifadədir. Əksər metal və qeyri-metallarla birləşir. Bəli, əksər qeyri-metalla və metalla reaksiya daxil olur. Bəsit maddələrin hamısı reaksiya daxil olur. Bu artıq yanlışdır. Yəni oksigen bəsit maddələrin hamısı ilə yox. Məsəl üçün halogenlərlə reaksiya daxil olmur. Metallardan gümüş, qızıl, platin bunlarla reaksiya daxil olmur. Ona görə yanlış variantdır. 46-cı sual. Oksigen üçün hansı ifadə doğru deyil? Bütün oksidlərin tərkibinə daxildir. Bu doğrudur. Yəni bütün oksidlərin tərkibində oksigen olur. Yanmaya kömək edir. Bəli, bu da doğru ifadədir. Kainatda ən çox yayılmış elementdir. Kainatda ən çox yayılmış element hidrogendir. Yanlış olan budur. Digər variantlara baxaq. Həyat üçün əhəmiyyətli maddədir. Bəli, tənəffüs edirik oksigenlə biz. Ümumiyyətlə əhəmiyyətli bir maddədir. Havadan ağır qazdır. Bunu da bayaq dedik. Bu da doğru ifadədir. 47-ci sual. Hansı ifadə oksigenə aid deyil? Hidrogendən 16 dəfə ağırdır. Deməli, oksigenin nisbi molekul kütləsi 32-dir. Hidrogeninki isə 2-dir. 32 2-dən 16 dəfə ağırdır. Bəli, bu doğrudur. İştirakı ilə yanma və canlıların tənəffüsü baş verir. Bəli, yanma reaksiyası, yəni oksigenin sayəsində gedir. Oksigen yanmaya kömək edən qazdır. Bir də canlılar oksigenlə tənəffüs edir. Doğru ifadədir. Metalları qaynaq etmək üçün istifadə edilir. Bəli, bu da doğrudur. Sənayedə havadan alınır. Doğrudur. Metallarla molekulyar quruluşlu birləşmələr əmələ gətirir. Metalla oksigenin birləşməsində, məsəl üçün, kalsium oksid. Buradakı rabitə ion rabitədir. İon rabitəli birləşmələr də bilirik ki, ion kristal qəfəsinə malikdir. İon kristal qəfəsinə malik olan maddələr qeyri-molekulyar quruluşludur. Biz bilirik ki, kristal qəfəsin 4 tipi var. Molekul, atom, ion, bir də metal. Molekula aid olanlar molekulyar quruluşlu gedir. Yerdə qalan atom, ion, metal. Bu 3 kristal qəfəsin, yəni bu 3 tipi isə aid olur qeyri-molekulyara. Yəni deməli, əgər ion rabitə varsa, oksigen metallarla birləşmələrdə ion kristal qəfəsi, o da olur qeyri-molekulyar. Yəni molekulyar deyil. Ona görə yanlış olan Y variantı. 48-ci sual. Hansı ifadələr doğru deyil? Bütün qeyri-metallar oksigenlə birbaşa reaksiya daxil olur. Bu yanlışdır. Yəni bütün qeyri-metallar daxil olmur. Məsəl üçün halogenlər. Elə yanlışın biri birdir. Bütün metallar oksigenə yanır. Elə bu da yanlışdır. Bütün metallar yox. Məsələn, qızıl, gümüş, platin bunlar yanmır oksigendə. Eksotermik reaksiyalar istilik ayrılması ilə gedir. Bu doğru ifadədir. Yanlış olan 1-2 B variantı. 49-cu sual. Ozon və oksigen üçün hansı ifadələr doğrudur? Oksigen və ozon oksigen alotropik şəkilləşmələrdir. Bəli, bu doğru ifadədir. Ozon yer səthindən 25-30 km yüksəklikdə yerləşərək yerdəki canlıları ultraviyoleti şüalardan qoruyur. Bəli, bu da doğru ifadədir. Oksigen və ozon eyni kimyəvi aktivliyə malikdir. Artıq bu yanlışdır. Yəni bunların kimyəvi aktivliyi fərqlidir. Doğru cavab 1-2 D variantı. 50-ci sualda da deyir nə doğru deyil. Yenə həmin ifadələrdir. Yəni doğru olmayanı soruşursa, burada da yalnız 3 olacaq. A variantı. 51-ci sual. 11,2 litr karbon-4 oksidin 46,8 qram natrium peroksidlə reaksiyasından neçə litr oksigen alınır? Əvvəlcə deməli karbon-4 oksid natrium peroksidlə reaksiya daxil olur. Natrium peroksid, natrium 2O2 üzərinə gəlirik karbon-4 oksid, yəni CO2. Buradan alınır natrium karbonat, natrium 2 CO3, bir də oksigen. Əmsallaşdıraq. Deməli, oksigendən başqa hamısının əmsalına 2 düşür. 11,2 litr karbon-4 oksiddir. Yazaq, üzərinə qeyd eləyək 11,2 karbon qazının üzərinə 11,2. Özü də 2 mol olduğuna görə 2-ni vuraq 22,4-ə, yəni 44,8 litrdə özüdür. Neçə litr oksigen alınır? Və bizə bir də natrium peroksidinə qiyməti verir. Onda yox, mən bu litrləri bir dənə sileyim. Hər ikisi deməli, hər iki qiymət verildiyinə görə
biri litr, biri də qramdır. Biz burada artıq qalma məsələsi kimi yanaşacağıq. Yəni bilməliyik görək hansı maddə tam sərf olunursa, biz onunla tənasüb quraq. Ya karbon 4 oksid, ya natrium peroksid. İkisinin də miqdarı verilib. Yəni ikisində çevirək mola. Mola çevirək və onunla işləyək. Çünki 1 litr 1 qram olanda biz nə bilə bilərik, hansı maddədə nə qədər artıq qalır, yəni hansı tam sərf olunur, hansı artıq qalır, onu müəyyən etmək olmaz. İkisini də mola çevirək. 11,2 litr karbon 4 oksid 0,5 mol deməkdir. Yəni 22,4 litr 1 moldursa 11,2 litr x belə bir tənasüb qurarıq. X də olar 0,5. 46,8 qram natrium peroksid. Görək bu neçə mol eləyəcək? 46,8-i bölərik 78-ə. Bu da deməli 0,6 eləyər, səhv eləmirəmsə. Bir dəqiqə hesablayaq. 6-nı 78-ə vuranda 420 48. Aha, deməli 0,6 molda budur. Üzərinə qeyd eləyək. 0,5 mol CO2, 0,6 mol natrium peroksid. 6-dan da 2 mol 2 mol. Deməli burada baxırıq ki 2 mol natrium peroksid, 2 mol CO2. Bunlar yəni birim nisbətindədir. Onda natrium peroksiddən burada artıq qalacaq. Çünki natrium peroksidin də 0,5 molu girər karbon qazındakı kimi. 0,1 artıq qalır. Yəni artıq qalan maddə budur. Tam sərf olunan maddə isə karbon 4 oksiddir. Biz indi tənasüb ona əsasən quracağıq və neçə litr oksigen alınır onu tapmalıyıq. X litr, oksigen özü 22,4 litr. Tənasübü, yəni karbon qazına əsasən qururuq. Yəni 2-yə 22,4, 0,5-ə x. Buradan x bərabər olacaq. Deməli 0,5-i vururuq 22,4-ə, bölürük 2-yə. Bu da eləyəcək, deməli 5,6. Deməli 5,6 litr buradan oksigen əmələ gəlir. D variantı. 52-ci sual. Reaksiyasından hansı maddələr alınır? Burada kalium iodid ozonla reaksiya daxil olur və üzərinə su da gəlirik. Bu ozonun təyini reaksiyasıdır. Deməli buradan əmələ gələn maddələr olacaq. Kalium hidroksid, oksigen, bir də iod. B variantı, yəni oksigen, iod və kalium hidroksid. Bu maddələr əmələ gəlir. 53-cü sual. Hansı reaksiyadan alınan qaz oksigenlə reaksiya daxil olmur? A variantında əmələ gəlir kalsium xlor2 plus H2. Yəni A variantı hidrogen əmələ gəlir və hidrogen oksigenlə reaksiya daxil olur. B variantında natrium hidroksidlə hidrogen əmələ gəlir, yenə hidrogen oksigenlə girir. C variantında alınır. Alınan maddələr bunlardır. Kalium xlor, bir dənə qeyd eləyək, bax, kalium xlor plus xrom xlor 3, xrom xlor 3 plus xlor 2 plus H2O. Bu maddələr alınır. Buradan alınan qaz xlor qazdır. Xlordakı oksigenlə reaksiya daxil olmur. Halogenlər oksigenlə reaksiya daxil olmur. Elə cavabımız olacaq C variantı. Deməli D variantından alınır alüminium OH3 plus CH4 metan qazı alınır. Bu da deməli oksigenlə reaksiya girir yanma reaksiyasına. E variantında H2 salınır, hidrogen sulfid. O da oksigenlə yanma reaksiyasına daxil olur. Yəni olmayan C variantıdır. 54-cü sual. Bertolli duzunu ağzı açıq qabda manqan 4 oksid iştirakı ilə tam parçalanana qədər qızdırırlar. Qabdakı bərk maddənin kütləsinin zamanda asılılığı hansı qrafikdə düzgün göstərilmişdir? Deməli Bertolli duzu hansıdır? Bertolli duzu kalium xlor O3, yəni kalium xloratdır və manqan O2 katalizatorun iştirakında parçalananda deməli buradan alınır kalium xlor plus oksigen. Yəni oksigendəki qazdır. Deməli ağzı açıq qabda olanda bu reaksiya burada oksigen qazı deməli qaz halında olduğuna görə uçur gedir. Yəni qabda bərk maddənin kütləsi azalır. Amma qabımızda hələ də bərk maddə kalium xlorid qaldığına görə deməli tam sıfıra düşməyəcək. Deməli bərk maddə parçalananda bərk maddə bir də qaz. Yəni bir bərk bir qaz alınır. Qaz halında olan maddə uçur gedir. Ağzı açıq qabda gedib reaksiya. Amma digər maddə qabın içində qaldığına görə yəni kütlə, bərk maddənin kütləsi azalır. Sadəcə tam sıfıra düşmür. Məsələn, B variantında da azalma qrafikidir. Amma gəlir tam sıfıra düşür. Yəni bu o deməkdir ki, o zaman bu qrafiki biz götürərdik ki, bu reaksiyadan alınan maddələrin hər ikisi qaz aqreqat halında olsun. Bu zaman uyğun gələrdi. Amma biri bərk bir qaz alınanda burada D variantı uyğun gələcək. Azalır. Sadəcə müəyyən qədər qabda maddə qalır.
Belə cavabımız olacaq D variantı. 55-ci sual. Oksigen üçün hansı ifadələr doğrudur? Müsbət oksidaşma dərəcəsi göstərmir. Bu yanlışdır. Çünki məsələn florlu birləşmələrində O flor 2, O2 flor 2 bu birləşmələrdə biz bilirik ki, flor həmişə mənfi 1-dir. Flor mənfi 1 olanda bu birləşmədə oksigen müsbət 2, digərində müsbət 1. Yəni müsbət göstərir. Suyu sıxışdırıb çıxarmaqla sınaq şüşəsinə yığmaq olar. Bəli, suda həll olmayan qazları, oksigen də yəni bura daxildir. Suyu sıxışdırıb çıxarma üsulu ilə sınaq şüşəsinə yığmaq olar. Bu doğru ifadədir. Havanı sıxışdırıb çıxarmaqla toplamaq üçün sınaq şüşəsi ağzı yuxarı tutulmalıdır. Bəli, bu da doğrudur. Havadan ağır qaz olduğuna görə oksigen sınaq şüşəsinin ağzı yuxarı tuturuq. Oksigeni toplamaq üçün. Amma məsəl üçün hidrogeni toplayanda hidrogen havadan yüngül qazdır. Sınaq şüşəsinin ağzı aşağı tuturduq. Deməli doğru cavab 2-3 C variantı. 56-cı sual. Hidrogen və oksigen üçün ümumi olmayan nədir? Deməli, kükürtlə reaksiyada hər ikisi reduks edicidir. Baxaq görək. Kükürtlə reaksiyasını yazaq. Deməli, hidrogen üzərinə gəlirik kükürt. Bir də oksigen üzərinə kükürt. Yəni, kükürt üstə gəl oksigen. Burada alınar H2S. Burada isə SO2. Oksidaşma dərəcələrini qeyd edək. Hidrogen 0-dan gəlir müsbət 1-ə, oksigen 0-dan gəlir mənfi 2-yə. Deməli, hidrogen burada oksidləşir, olur reduks edici. Oksigen isə deməli 0-dan mənfi 2-yə gəlir, reduks olunur, olur oksidləşdirici. Deməli, bunların biri yəni reduks edici, biri oksidləşdirici oldu. Bu isə bizə deyir ki, hər ikisi reduks edicidir. Elə deməli, yanlış olan variant budur. Digər variantlara da birdən baxaq. Qələm metallarla reaksiyada hər ikisi oksidləşdiricidir. Qələm metallarla reaksiya girəndə artıq hidrogen də, oksigen də 0-dan mənfiyə gələcək. Çünki metalın yanında hidrogen də, oksigen də, yəni mənfi oksidləşmə dərəcəsi göstərir. Yəni hər ikisi oksidləşdirici xassiyyət göstərir. Bu doğrudur. Dəm qazı ilə reaksiya daxil olurlar. Bu da doğrudur. Hidrogen də girir CO ilə reaksiya. Məsəl üçün yazaq CO plus H2 alınır CH3OH. Sonra CO plus O2 oksigen də girir. Alınır CO2. Alkinlərlə reaksiya daxil olurlar. Alkin doymamış karbhidrogendir. Hidrogenləşib alkana çevrilir. Hidrogenlə girir. Oksigenlə də yanma reaksiyasına daxil olur. Bu da doğrudur. Azotla reaksiya daxil olurlar. Bəli. Azotla da reaksiya girirlər. Həm oksigen, həm hidrogen. Hidrogen azotla ammoniak əmələ gətirir. Oksigen də azotla reaksiyasından NO alınır. Deməli, doğru cavab A variantı. Yəni, yanlış ifadədir. 57-ci sual. Hidrogen və oksigen üçün ümumi olmayan nədir? Ümumi olmayan deyir. Kükürtlə reaksiya daxil olurlar. Bəli, yazmışıq. Elə lövhədə var. Qələm metallarla reaksiya hər ikisi oksidləşdiricidir. Bayaq da dedik. Çünki hər biri 0-dan mənfi oksidləşmə dərəcəsinə keçir. Reduksiya olunur, olur oksidləşdirici. Aldehidlərlə reaksiya daxil olurlar. Bəli, aldehid hidrogenləşir, çevrilir deməli birli spirtə. Və oksigen də aldehidlə reaksiyaya girir. Aldehid oksigenlə yanma reaksiyasına girir. Sonra karbonla reaksiyada hər ikisi oksidləşdiricidir. Karbonla reaksiyada hər ikisi oksidləşdiricidir. Bir dənə baxaq buna. Elə yanlış olan bu olacaq. Çünki hidrogenin karbonla reaksiyasında karbon üzərinə hidrogen gəlir. Alınır CH4. Hidrogen 0-dan mənfi müsbət 1-ə gəlir. Çünki qeyri-metallarına müsbət olur. Oksigen də yazaq. Karbon üstə gəl O2, alınır CO2. Oksigen isə 0-dan mənfi 2-yə gəlir. Hidrogen deməli oksidləşir və reduks edici xassiyyət göstərir. Oksigen isə reduksiya olunur, oksidləşdirici xassiyyət göstərir. Amma bizə deyir hər ikisi oksidləşdirici. Deməli yanlışdır D variantı. Benzonla reaksiya daxil olurlar. Bəli, hər ikisi benzonla reaksiya daxil olur. 58-ci sual. Deməli, duzların formulu verib. Deyir, ayrılan oksigen mol sayı. Bir dənə duzların parçalanma reaksiyalarını yazaq. Hər bir maddədən oksigen alınacaq. Reaksiyaları yazaq və əmsallaşdıraq. Deməli, kalium permanganat, kalium manganodur. Parçalanır. Kalium 2 manganodur. Plus mangan O2. Plus O2. Növbəti reaksiya natrium nitrat. Reaksiyanı əmsallaşdırıb birinci reaksiyada 2 yazanda kalium permanganatı ilə düzəlir. Deməli, natrium nitrat parçalanır. Natrium nitrit. Bir də oksigen. Əmsallaşdırırıq. Düzəldi. Sonra kalium xlorat parçalanır. Kalium xlor plus O2. Bu reaksiya mangan O2 katalizatörün iştirakında gedir. Çünki temperatur olsaydı əgər, katalizator olmasaydı, buradan kalium xlor plus kalium xlor O4 alınardı.
Bu reaksiyanı da əmsallaşdıraq. 2, 2, 3. Aha, reaksiyalarımızı yazdıq və əmsallaşdırdıq. İndi bizə deyir ki, hər bir reaksiyada 3N mol duz parçalanırsa, duzlarımızın üzərinə uyğun olaraq 3N. Altından öz molu 2. 3N, 2. 3N, 2. Ayrılan oksigenlərin üzərinə hər birində uyğun olaraq X, Y, Z yazaq. X özü də 1 mol, Y 1 mol, Z 3 mol. Və X, Y, Z tapaq və toplayaq. Bizdən bunların cəmini soruşur. Deməli, birinci tənasübə baxırıq ki, burada X-i tapsaq, 3-ni vururuq, 1-ə bölürük 2. Olacaq 1,5-n. Deməli, X bərabər olacaq 1,5-nə. Digərində Y-i tapanda 3-ni vururuq, 1-ə bölürük 2. Yenə 1,5-n. Növbətdə Z-i tapanda 3-ni vurub 3-ə bölürük 2. 9-n 2-yə bölünür 4,5-n. Bunların da cəmi, deməli, yazıram 1,5-n. Üstə gəl 1,5-n. Üstə gəl 4,5-n. 3 üstən 7,5-n eləyəcək. 7,5-n. Yəni A variantı. Növbəti suala keçək. Yenə həmin reaksiyadır. Artıq bunu yazmayacağım. Yenə yəni 3 dənə eyni maddədir. Bu dəfə 3N yox 2N verir. 3N-in yerinə 2N qoyacaqsınız. Uyğun olaraq X, Y, Z-i tapırsınız. Sonra da toplayırsınız. Yəni eyni sualdır. Sadəcə bir dənə 3N-in yerinə 2N-dir. 60-cı sualıdır. Hansı maddə parçalandıqda 2 bəsit maddə əmələ gəlir? Baxaq görək. 2 bəsit maddə. A variantında alüminium H3 parçalananda buradan alınır 2 mürəkkəb maddə. Alüminium 2O3 plus H2O. Eyni qaydada B variantında miso plus H2O. Suda həll olmayan əsaslar parçalananda oksit və su alınır. İndi bizə 2 bəsit maddə əmələ gəlir. Bunlarda mürəkkəb alınır. C variantında kalium xlorla O2 alınacaq. Bir mürəkkəb, bir bəsit alındı. Əlbəttə ki, Y variantıdır. D variantını da bayaq lövhədə yazmışıq. Bir dənə baxaq. Kalium 1 manganat parçalanır. Kalium 2 mangan O4, mangan O2, bir də O2. 2 mürəkkəb, bir bəsit alınır. Amma Y variantında parçalananda H2 plus O2, 2 bəsit maddə alınır. Deməli, cavab olacaq Y variantı. 61-ci sualda da yenə deyir ki, bəsit maddə əmələ gəlir. Bu dəfə də D variantı. Çünki civə O parçalanır. Civə plus O2. 62-ci sualda deyir, hansı maddə parçalandıqda bəsit maddə əmələ gəlir? Artıq 2 bəsit demir. Ümumiyyətlə bəsit deyir. Bəsit maddə əmələ gəlir. A variantında alınmır. Bayaq yazdım. Miso plus H2O 2 mürəkkəb. B-də kalsium O plus CO2. D-də silisium O2 plus H2O. Y-də maqnezium O plus H2O. Yəni hamısında 2 mürəkkəb alınır. Amma C variantında lövhədə yazdığımız reaksiyadır. Kalium 2 mangan O4, mangan O2, O2. Yəni buradan oksigen bəsit maddəsi əmələ gəlir. Bir dənə oksigen alınır. Bəsit maddə bir dənədir. Bizə də sayın demir. Ümumiyyətlə deyir, bəsit maddə əmələ gəlir. Deməli, cavab olacaq C variantı. 63-cü suala deyir ki, qapalı qabda hansı qaz qarışığının reaksiyasından 72 qram su alınır? Baxaq. Deməli, burada yoxlamalıyıq biz burada. Üzərinə qoyub bir-bir baxmalıyıq. Görək, hansı maddə tam sərf olunursa, ondan suyu tapmalıyıq. Əvvəlcə hidrogen oksigen arasında reaksiyanı yazaq. H2 plus O2 alınır. H2O əmsallaşdırırıq. Və 44,8 litr hidrogen A variantını yoxlayırıq. 44,8 oksigen də 11,2. Altdan hidrogen özü də 2 moldur. Vuranda həcminə 22,4 olacaq. 44,8 oksigen 22,4. Burada deməli baxırıq ki, biz burada hansının tam sərf olunduğunu müəyyən etmək üçün üstündəki 44,8-i və 11,2-ni uyğun olaraq aşağıdakı ədədə böləcəyik. Deməli, yuxarıdakı 44,8 aşağıdakı 44,8-i böləndə eləyir 1. 11,2-ni 22,4-ə böləndə eləyir 0,5. Hansı çoxdursa ondan artıq qalır. Bu artıqdır. Bu isə tam sərf olunur. Oksigen tam sərf olunur. Deməli, tam sərf olunan tənasüb qrup suyu taparam. Suyu isə yazıram 2. Altdan da özünün kütləsi 18-dir, 2-yə vuranda 36. Görə buradan 72 çıxsa cavabımız budur. Yəni çıxmasa deməli bu deyil. Tənasübü tam sərf olunana əsasən qururuq. Yəni oksigenə əsasən və tənasüb oksigen qiymətindən aparıram xətti. 22,4 36-dırsa 11,2 x də olacaq 18. Yəni 72 qram eləmədi. Deməli A variantı deyil. Sonra
Deməli ki, isə B variantına. Heç B variantı da olmayacaq. Çünki həmin ədədlərin 2 mislidir uzun olaraq. Həmin ədədlərin 2 misli 44,8-in 2 misli 89,6, 11,2 litr oksigende olub 23,4 2 dəfə. Yəni eyni nəticə olar. Yəni buradan 2 misli, yəni 18-in 2 misli alınar, 36 alınar. Məncə keçək C variantına baxaq. Deməli 89'dan yenə reaksiyanı yazırıq. H2 plus O2 alınır H2O. Əmsallaşdırırıq. 89,6 litr hidrogen yazaq üzərindən. 89,6 özü də 44,8. Oksigen verib 44,8 özü də 22,4. Yenə yuxarıdakı ədədi aşağıdakına bölək. Yəni götürülən miqdarı aşağıda girən miqdarına bölürük. 89,6-nı 44,8-ə böləndə 2. 44,8 23,4-ə böləndə o da 2. Bərabər. İkisi də tam sərf olunur. İkisi ilə də tənasüb qura bilərik. Və suyun üstünə yazıram 2 altından öz qramı 18 2-yə vuranda 36. Tənasübü hansına əsasən istəsək apara bilərik. Buna əsasən də apara bilərik. Hidrogenə, oksigenə də əsasən fərqi yoxdur. Yəni 2 dəfə artıb. Buradan x bərabər olacaq. 36 da 2 dəfə artıb olacaq 72. Yəni 2 dəfə belədir ki, məsələn aşağıda 23,4 sürətdə yuxarıda 44,8 2 dəfə artıb. Hidrogen aşağısı 44,8 yuxarısı 89,6. Bu da 36 2 dəfə artıb olacaq 72. Deməli cavab elə C variantıdır. Eyni qaydada deməli 64'ü də yəni bu şəkildə yoxlamalıyıq. Bayaq təxmini deyim də. Yox, bir dəqiqə. Bayaqçına oxşur elə bir ki 4 dəfə artıq olacaq. 4 dəfə artıq olma 18 alınırdı. Yəni yenə də bir gərək bunu yoxlayaq. Yoxlamaq lazımdır. 44,8 5,6. Üzərinə bir dənə eyni bir reaksiyada plus O2 alır H2O. Bunları molla çevirsək daha rahat alma olar. Daha tez çıxar. 44,8 litr hidrogen 2 mol. Üzərinə yazıram 2 mol. A variantını yoxlayıram. Özü də 2 mol. 5,6 litr oksigen 0,25 moldu. 0,25 özü də 1. 2'ni 2'yə böləndə 1, 0,25'i 1'ə bölündə 0,25 tam sərf olunan oksigendir. Çünki 1 böyükdürsə 1'dən artıq qalır. Yəni hidrogen artıq qalır. Oksigenə əsasən də suyu tapsaq özü 36 x olacaq burada 9. Bizə də deyir 36 qram su alınır. Deməli bu deyil. A variantı deyil. Sonra baxaq digər varianta. B variantında hər ikisindən bərabər miqdarda götürəndə hidrogenə əsasən eləyərik. Hidrogenə əsasən də eləyəndə deməli 22,4 yox, onda əksinə 36-dan aşağı alınacaq. B variantı deyil. Yəni bir yoxlamaqdır da. Prosta vaxt taparan bir şeydir. C variantında bir dənə C-ni yoxlayaq. 2H2 üstə gəl O2 2H2 molla qoyacam yenə C variantı. 44,8 litr 2 mol deməkdir. Yazıram üstünə 2 mol, özü də 2 mol. Oksigen 11,2 0,5 mol deməkdir. Özü də 1. 2'ni 2'yə böləndə 1, 0,5'i 1'ə bölündə 0,5. Yəni burada hidrogen artıq qalır. Oksigenlə tənasüb qrup suyu taparaq 2x özü 36. X olacaq 18. Deməli bu da deyil. C variantı da deyil. D variantı da 1,5 artıq. Y ola bilər. Y-ni bir dənə yoxlayaq. Deməli, yenə 2H2 plus O2. Alınır 2H2O. 44,8 litr hidrogen. Yəni 2 mol. Özü də 2 moldu. 22,4 litr oksigen. 1 mol, özü də 1 moldu. 2x, su da 36. Hər ikisi eyni ədəd olduğuna görə alt və üst. Deməli, hər ikisi tam sərf olunur. Onda istənilən biri ilə tənasüb qursaq, buradan x-nə taparıq. X-də 36 taparıq. Deməli, budur cavabımız elə. Y variantı. 65-ci sual. Kalium permanganatın tam parçalanmasından ayrılan oksigen kütləsinin, alınan duzun kütləsinin və məhsulların mol sayının zamansızlığı hansı hallarda doğrudur? Deməli, reaksiyamızdan yazaq. Kalium permanganat, kalium mangan O4 parçalanır. Kalium 2 mangan O4'ə. Kalium 2 mangan O4. Yəni kalium manganata. Sonra mangan O2. Bir də O2. Bir də O2. Əmsallaşdıq. Deyir kalium permanganatın tam parçalanmasına ayrılan oksigen kütləsinin.
Ayrılan oksigen kütləsini X qrafiki ilə deməli müəyyən ediblər burada. Baxaq görək doğrudurmu? Yəni ayrılan oksigen bu şəkildə qrafik, birinci qrafik belə ola bilərmi oksigen qrafiki? Bəli. Əmələ gələn məhsul həmişə sıfırdan qalxır, başlayır əmələ gəlir də. Bu doğrudur. Bir doğru. Sonra ikincidə deyir alınan duzun kütləsi. Duz da alınır da, duz da belə alınmalı. Yenə bu şəkildə olmalıydı X kimi. Niyə belə azalma baş verib ki burada? Bu reaksiya daxil olan maddə o şəkildə azalar. Ki yanlışdır. Sonra və məhsulların mol sayının zaman asılılığı hansı? Məhsulların mol sayı, məhsullar əmələ gəlir də. Və mol sayı da, yəni əvvəlkinə baxan yerdə də çoxdur. 1 mol, 1 mol, 1 mol, 3 mol maddə əmələ gəlir. Mol sayının zamanla asılılığı, yəni artacaq, artan qrafik. Əmələ gəlir o da. Deməli, 3-cü qrafik. Deməli, burada doğru cavab olacaq 1-3. D variantı. 66'da kalium klorat deyir. Yenə eyni qaydada kalium xlor O3. Katalitik parçasında kalium xlorid bir də oksigen əmələ gəlir. Deməli, burada da birinci deyir oksigen kütləsinin. Oksigen kütləsi belə əmələ gəlir. Birinci qrafik doğrudur. Sonra ikincidə yenə alınan duzun kütləsi, o da əmələ gəlməli idi. İkinci yanlışdır. Sonra və məhsulların mol sayının zaman asılılığı. Məhsulların mol sayı yenə məhsulların mol sayı əvvəl 2 mol idi, olub 5 mol. 5 mol maddə əmələ gəlir, yəni artıbdır mol sayı. Və bu da 3-cü qrafikdə doğrudur. Deməli 1-lə 3. A variantı. %67-ci suala baxaq. Deməli, burada oksigen ozonatordan keçəndə buradan ozon əmələ gəlir. Ozon. Ozonun üzərinə kalium yodid, bir də su gələndə. Deyəsən, bu sualın variantında problem var. Çıxmayacaq. Bir dənə axıra kimi baxaq. Deməli, buradan əmələ gəlir ozon. X ozondur. Ozonun üzərinə kalium yodidlə su gələndə buradan kalium OH, oksigen, bir də yod 2 əmələ gəlir. Y də yod 2-dir. İndi deyir ki, Y üstəgəl Z reaksiyası mümkün deyilsə, bu maddələri müəyyən edin. Bilmirəm, bu sualda yoxsa başqa bir sual. Belə bir deyəsəm, problemin bir sual vardı. Deməli, biz X-i də Y-i də tapdıq. Yəni, Y nədir? Yoddur. Y burada qeyd eləyək ki, Y yoddur. İndi bizə deyir ki, Y üstəgəl reaksiya, Z reaksiyası mümkün deyilsə. Yox, bu reaksiya deyil. Bu dediyim sual bu deyil. Burada yod nə ilə reaksiya girmir? Yod kükürdlə reaksiya girmir. Deməli, Z nə olacaq? Z də kükürd olacaq. Yod kükürd, B variantı. Bu, yəni burada var, uyğun variant var. Amma buna oxşar bir sual olmalıdır ki, orada düzgün variant yoxdur. Yəni yeri dəyişikdir. Deməli, burada oksigen ozonator cihazından keçiriləndə ozon əmələ gəlir, X ozondur. Ozon kalium yodidlə təyin reaksiyasından buradan yod əmələ gəlir. Aşağıda digər maddələri verib, kalium OH-dan O2-ni verib. Deməli, Y-də yod 2-dir. Yod da girmir Z-lə. Deməli, Z nədir bu variantda? Nə ilə girmir yod? Məsələn, digər variantda bax, hidrogenlə girir, maqneziumla girir, girmir kükürdlə. Deməli, Z də kükürdür. B variantı. 68-ci sual. Burada deyir, ağzı açıq qablarda verilmiş bərk maddələrin oksigen mühitində közərdilməsi zamanı qabda olan bərk maddənin kütləsinin zamanla asılı olaraq dəyişməsi hansı halda doğru göstərilmişdir? Deməli, bunlar bir-bir oksigenlə, yəni fikir verək ki, oksigenlə reaksiya girirmi, girəndə nə alınırmı? Buna bir dənə baxaq. Məsələn, birinci qabda dəmir oksigenlə reaksiya girir. Və buradan dəmir 3O4 əmələ gəlir. Yəni, dəmir onsuz da qabda bərk maddəmiz vardır. Bu, ağzı açıq qablarda gedən reaksiyadır. Yəni, burada unutmayaq ki, qaz salınlı maddə əmələ gəlsə, uçub gedəcək, azalacaq. Deməli, burada bərk maddəmiz dəmir, oksigenlə reaksiya daxil oldu. Yenə bir bərk maddə əmələ gəldi. Yəni, neynəmiş oldu? Kütləsi artdı. Yəni, artan qrafik bunundur. Birincinin altına 1-i götürəcəyik. Bu 1 əyrisi, yəni bu dəmirinkidir. Sonra, ikinciyə baxaq. Karbon. Karbon oksigenlə reaksiya girəndə alınacaq CO2. Deməli, burada artıq CO2 də qazdır. Qabda uçub gedəcək, qabımızda azalma başlayır. Belə deyək də, karbon özü bərkidir. Yəni, bərk maddəmizin kütləsi azalacaq. Yəni, tam sıfıra düşməyə də bilər. Ola bilər ki, bərk maddəmizdən artıq qalar. Yəni, o da ola bilər. Amma yəni, azalacaq. Bir sözün azalan qrafiki onu götürəcək. Üçüncüyə. Yəni, üçüncü karbonundur. İkinciyə 3-ü götürür. İkinciyə 3. Üçüncü bu əyri. Bu karbona aiddir. Sonra miso. Üçüncüdə mis 2 oksid.
Mis2 oksid oksigenlə reaksiyaya daxil olmur. Deməli, heç bu maddənin kütləsində bir dəyişiklik baş verməyəcək. Yəni, dəyişməz qrafiki. 2 də 3-cü qabında. 3-ə də 2-ni götürürük. 1, 3, 2. D variantı. 69-cu sual. X, Y vəziyyəti müəyyən edin. Deməli, kalium xloro 3 manqan 4 oksidin iştirakında parçalanır və aşağıda da kalium permanganat parçalanır. Hər ikisinin parçalanmasından oksigen, yəni ortaq bir maddə oksigendir. Oksigen əmələ gəlir. Kalium xloro 3 parçalanır, kalium xlor plus O2. Kalium permanganat da parçalanır, kalium 2 manqan O4, manqan O2 plus O2. Deməli, X oksigendir. X oksigen tapdıq. Oksigen üzərinə natrium gələndə, yəni natrium oksigenlə reaksiya daxilində, oradan natrium 2O2 alınır, peroksid. Natrium 2O2, natrium 2O alınmır, natrium 2O2 peroksid alınır. Həmin o Y maddəsi, yəni natrium 2O2 də CO2 ilə reaksiya girəndə, buradan natrium karbonatla oksigen əmələ gəlir. Yəni X onsuz da bildik ki, O2-dir, Z olacaq natrium karbonat, natrium 2CO3, bu maddələr əmələ gəlir. Deməli, O2, natrium 2O2, natrium karbonat. B variantı. 70-ci sualda da kalium xlorat parçalanır, kalium xlora O2-yə, kalium NO3 də parçalanır, kalium NO2 O2. Yəni X O2-dir. O2-nin üzərinə natrium gələndə yenə natrium 2O2, o da CO2 ilə reaksiya girəndə natrium karbonatla oksigen, X oksigen isə Z də natrium karbonat. Deməli, cavab olacaq C variantı. 71-ci sual. Barium peroksid, deməli, qatı sulfat turşusunun iştirakında, yəni üzərinə qatı sulfat turşusu gələndə buradan alınır barium SO4, ozon, ozon laboratoriyada alınma reaksiyasıdır. Bir də H2O, yəni X olacaq ozon. X O3 yəni. Deyəsən, dediyim sual buydu. Ozon üzərinə kalium ioditlə su gələndə buradan alınır kalium OH, buradan 3 maddə alınır kalium OH, sonra oksigen, oksigen. Bir də yod 2. İndi deməli Z ilə Y, biri oksigendir, biri də yoddur. X ozondur, X tapmışıq, bu heç. Amma Z ilə Y-in biri oksigen, biri yoddur. İndi bizə deyir Z üstə ya yod ki, reaksiyası baş vermirsə. Deməli, yod axı oksigenlə girmir, halogenlər oksigenlə girmir. Deməli, Z oksigendir. Z oksigendirsə, Y-də yod 2-dir. Yod 2. Deməli, ozon, yod, oksigen. Ozon, yod, oksigen. Belə bir variant yoxdur. Yəni, ona görə dediyim sual buydu. Yəni, məsəl üçün, burada üzdə yeri dəyişik, Y-lə Z-in yeri dəyişik. Ozon, oksigen, yod. Cavabı D götürüblər. Yəni, burada cavab amma D deyil. Yəni, ümumiyyətlə, doğru cavab yoxdur. Çünki, yəni, bilirik ki, yodla reaksiya daxil olmayan, durub Z-i əgər yod götürüblərsə, yod 2 plus yod 2. Güya ki, yodla yod reaksiyaya girməli idi ki, yəni, məsəl üçün, xlor 2 üstə xlor 2, hansı eyni maddənin bir-birinə reaksiyasına aparaq. Bu reaksiya baş vermirsə, sırası, yəni, yodla reaksiya girməyən bir maddə kimi ağlımıza bu maddə, 2 maddədən hansı gələr? Oksigen gələr. Yodun özünü deməyəcək ki. Yəni, girməyirsə, Z burada oksigendir. Z oksigendir, Y yoddur. Yəni, cavab yoxdur burada. Əsas, yəni, odur ki, bilin, yəni, X ozon, Y yod, Z oksigen. 72-ci suala deyir, X, Y vəziyyəti müəyyən edin. H2O parçalanma deyil, üzərinə X və Y gəliblər. Demək, ikisində də eyni Z maddəsi və hidrogen alınır. İndi bu X-lə Y nə ola bilər? Bunlara baxaq. Deməli, biz bilirik ki, qələm metalların özü də su ilə reaksiyaya girəndə, hidridi də su ilə reaksiyaya girəndə, qələm metal, qələvi torpaq metal, fərqi yoxdur. Hər ikisində həm metalın özü, həm də hidridi girəndə buradan qələvi və hidrogen alınır. Amma oksidi girəndə oradan artıq təkcə qələvi alınır, hidrogen alınmır. Yəni oksid olan deyil. Deməli, biri kalsiumdur, biri kalsium hidritdir. Bir də buradan alınan Z maddəsi kalsium OH2-dir. Cavab olacaq A variantı. Yeri dəyişik də ola bilər. Məsələn, kalsium burada ola bilərdi. Kalsium H2 burada ola bilərdi. Fərqi yoxdur onun. Yəni, elə bir iki variant verməz də bizə. Bir dəqiqə deyəsən veribdir. C variantında kalsium H2, kalsium OH2, XY. Bunun fərqi nədir ki burada?
Burada bunun fərqi yoxdur axı. Yəni kalsium da gəlsə, əmsala görə, əmsala görədir. Mən heç əmsallarına fikir vermirəm. Onda yazaq bir dənə. Hələ bilmirəm, bəlkə cavab C-dir. Deməli, ilk variant onu gördüm. Deməli, kalsium üzərinə su gələk. Alınan hidrogenin əmsallarına fikir vermək lazımdır. Əmsallaşdıraq. Bir dəfə, deməli, kalsium OH2 plus H2. Amma əmsal olmasaydı, sadəcə bir dənə variant verərdi bizə. Hər ikisini əmsallaşdıraraq. Burada kalsium H2-dir. Burada deməli, kalsium OH2 plus H2. Birinci reaksiyada suyun əmsalını 2 yazanda düzəlir. Düzəldi. İkinci reaksiyada baxım, deməli 4 hidrogen, suya 1-2 yazanda 6 hidrogen olur. Hidrogenə də 1-2, H2-yə də 1-2 yazırıq. Burada 1-2. Deməli, hidrogenin əmsalında 2 olan reaksiya aşağıdakı kalsium hidrid olandadır. Yəni, Y deməli kalsium hidriddir ki, Y kalsium H2-dir ki, o su ilə reaksiya girəndə oradan 2 mol hidrogen alınır. X da kalsiumun özüdür ki, orada 1 mol hidrogen alır. Çünki 1 mol H2-dir. Deməli, elə A variantıdır. Həqiqətən A variantıdır. Amma yox, əmsallar olmasaydı da, burada məsələn C-də dəyişik verib də yerin. Əmsal olmasaydı, yəni belə 2 variant arasında qalmazdı. İkinci bir variantı verməzdi. Əmsala görə seçiriksə, dəqiqliyinə bilinir ki, X kalsiumdur, Y də kalsium hidriddir. Belə. 73-cü sual. Əvvəlcə əmsala fikir vermədim. Ona görə dedim, digər belə bir variant ola bilməz. Yaxşı da gördüm. Deməli, 73-cü sualda qaz qarışığının tərkibi CH4, bir də C3H8-dir. İmum miqdarda A-dır. CH4, C3H8. Ümumilikdə molları A moldur. Qarışıqda metanın mol payı 25%. Deməli, 25% metan var. Onda 75% də propan var. C3H8 yəni. Ümumi qarışıq 100% olur axı. Deməli, ümumi miqdar A mol olduğuna görə onun 25% metan deyəndə, yəni A-nın 25%-ni taparıq. Yəni A-nı vurarıq 25-ə, bölərik 100-ə. Bu da A bölünsün 4. Yəni 0,25 eləyir. Deməli, metanın qarşısına yazıram 0,25 A. Eyni qaydada digəri də 75% olduğuna görə bu da 0,75 A-dır. 75 A. Həqiqətən bunların cəmi 0,25 A ilə 0,75 A-nın cəmi bir dənə A eləyir də. Bir bütöv A. İndi qarışıq kütləsi 37 qramdır. Bunların hər birinin molların uyğun olaraq özlərinin emirlərinə vurub toplayanda cəmi 37 qram eləməlidir. Yəni 0,25-i 25 A-nı vuraq CH4-ün emirinə, yəni 16-ya. Üstəgəl 0,75 A-nı vuraq C3H8-in emirinə, yəni 44-ə və bərabər eləyək 37-yə. 0,25 A-nı 16-ya vuranda, yəni 4-də 1 A-dır da, 16-ya vuranda eləyəcək 4 A. Üstəgəl 0,75 A-nı 44-də vuranda, bu da 4-də 3 A-dır. Bu da 33 A eləyir. Və bu cəm bərabərdir 37-yə. 37 A bərabərdir 37. A da bərabərdir 1. A 1-dirsə, uyğun olaraq 0,25 A olacaq. A-nın yerinə 1 qoyanda elə 0,25. 0,75 A da A-nın yerinə 1 qoyanda, 1-ə vuranda elə 0,75. Bizdən nəyi soruşur? Qarışığın tam yanmasına sərf olunan oksigenin mol miqdarını hesablayın. Biz hələ ki bu qarışığın içində maddələrimizin uyğun olaraq molları müəyyən etmiş olduq. İndi isə qarışığın tam yanmasına bu iki maddənin ikisi də yanma reaksiyasına daxil olur. Hər ikisinin yanma reaksiyasını yazacağıq və uyğun olaraq hərəsinin öz molunu üzərinə qoyub orada yanmaya sərf olan oksigenlərin mol miqdarlarını tapıb yekunda da onları toplamalıyıq. Deməli yazaq. Metanın da propanın da yanma reaksiyalarını yazaq. Metan CH4, üstəgəl O2, üzüm maddələr yananda bilirik ki, karbon qazı CO2. Bir də su əmələ gəlir. Karbon qazı və su. Əmsallaşdırırıq. Suya 1-2, oksigenə 1-2 yazırıq, düzəlir. Digər reaksiyanı bir dənə yazaq. C3H8, üzərinə gəlir oksigen. Alınır CO2 plus H2O. Əmsallaşdıran da CO2 3, H2O-ya 4. Oksigen də 6-dır. 10 oksigen var. Deməli, sol tərəfdə 5 yazsaq, burada da 10 olar. Nə qədər mol tapmışıq, uyğun olaraq qeyd edirik üzərinə. Metanı tapmışıq 0,25 mol, özü də 1 mol. Propan 0,75 mol, özü də 1 mol.
və sərf olunan oksigenlərin mol miqdarları 2 mol, 2 mol. Burada bir Y yazaq, 5 mol. Və uyğun olaraq X-dən Y-i tapaq. Deməli, X bərabər olacaq 0,125-i 2-yə vuranda 0,5 mola. Bunu tapdıq. Digərində Y bərabər olacaq 0,175-i vuracaq 5-ə. Deməli, 0,175 4-də 3 deməkdir. Yazıram 4-də 3 vurulsun 5. 5-i 4-də böləndə, yəni belə deyək də 3-də 5-in 15, 15-i bölək 4-də. 15-i də 4-də böləndə 12-ni 4-də 3, 3,175. Deməli, 3,175 də bu elədir. Bunların cəmi bizdən soruşduğu ki, sərf olunan oksigen mol miqdarı ümumilikdə soruşur. Yəni 0,5-in də üzərinə 3,175-i gəlirik. Bu da eləyəcək 4,25. Yəni A variantı. 74-cü sual. Hansı hallarda maddələr arasında reaksiyalar baş verər? Deməli, birinci H2 ilə xlor2 arasında. Bəli, H2 üstəgəl xlor2 alınır, H xlor. Birinci baş verir. Amma ikinci H2 ilə alüminium arasındadır. Artıq yox. H2, alüminium. Bunlar arasında reaksiya getmir. Yəni, alüminium hidrogenə reaksiya daxil olmur. Hətta hidrogen fosforla da üçüncü də baş vermir. Bunlar baş vermir. Fosforla hidrogen reaksiya daxil olmur. Dördüncü xlor oksigenlə reaksiya daxil olmur. Halogenlər oksigenlə girmir. Beşinci baş verəcək. Çünki alüminium üzərinə O2 gələndə alüminium 2 O3 alınır. Oksid, alüminium oksid alınır yəni. Altıncı da baş verir. Fosforun üzərinə oksigen gələndə alınır oradan P2O3 və yaxud oksigen çox miqdarda olarsa P2O5 yanma reaksiyasına daxil olur. Deməli, cavab olacaq 1, 5, 6. İndi 75-də də baş verməz deyir. Maddələrimiz dəyişib artıq. Birinci alüminium oksigenlə baş verir. Flor oksigenlə, halogenlər oksigenlə girmir. Baş verməz. 1, 2-dir. Silisium oksigenlə baş verəcək. Amma alüminium hidrogenlə dördüncü baş verməz. Flor hidrogenlə daxil olur. Amma silisium hidrogenlə reaksiya daxil olmur. Yəni baş vermir. 2, 4, 6. 76-cı sual deyir. Hansı çevrilmələr birbaşa mümkündür? Yəni, demək istəyir ki, birbaşa, məsələn, birinci reaksiya alüminium H3 alınır. Demək istəyir ki, yəni bu alüminium üzərinə H2 gələndə buradan alınır. Buradan alınırsa götürəcək. Xeyr, alüminium hidrogenə reaksiya girmir. Deməli, burada birbaşa bu reaksiyada bu maddənin alınması mümkün deyil. Yəni, bu minus. Eyni qaydada silisium hidrogenlə girib silisium H4 əmələ gətirməz. Amma üçüncü doğrudur. Hidrogen üzərinə kükürt gəlirik, alırıq H2S. Bu doğrudur. Sonra dördüncü. Oksigen xlorla reaksiya girmir. Mümkün deyil belə birbaşa almağa. Amma fosfor oksigenlə girib P2O5 əmələ gətirir. Yəni 5 doğrudur. Mümkün olanları götürük də. Deməli 5-ci doğrudur. 6-cı natrium 2O əmələ gəlməz. Natriumun birbaşa oksigenlə reaksiyasından natrium 2O2, natrium peroksid əmələ gəlir. Natrium oksid əmələ gəlmir. Ona görə 6 da mümkün deyil birbaşa. Deməli cavab olacaq 3, 5. 77-ci sual. Hansı mərhələlərdə oksigen ayrılmır? Birinci, natrium 2O2 üstəgəl CO2. Burada natrium karbonat plus O2. Yəni, oksigen sualtı qayıqlarda, kosmik gəmilərdə alınma reaksiyasıdır. Bu doğrudur. Sonra, natrium karbonatın üzərinə H xlor gələndə buradan alınır tam olaraq reaksiya natrium xlor CO2 plus H2O. Yəni, burada H2O-nu veriblər, amma digər maddələri də yazıq. Deməli, burada oksigen ayrılmır. Elə biri 2-dir. Sonra H2O-nun üzərinə flor gələndə buradan H florla O2 alınır. Yəni H flor plus O2. Bir dənə oksigen alınmalıdır. Alınır yəni. Dördüncüdə H florun üzərinə silisium gələndə silisium flordur plus H2 alınır. Oksigen ayrılmır. Hidrogen alınır. Deməli bir də budur oksigen ayrılmayan. Cavab olacaq 2, 4. 78-ci sual. Kalium permanganat parçalanması reaksiyasının qrafikinə əsasən doğru ifadələri müəyyən edin. Bir dənə reaksiyanı yazaq. Deməli, kalium manqanodur parçalanır. Kalium 2 manqanodur plus manqano 2 plus O2. İndi deməli, qrafikdə nə görürük? Qrafikdə bərk nümunənin kütləsi 200-dən düşüb 184-ə.
Nə qədər azalıb? 200-dən 184-ün çıxırıq. 16 qram azalıb. Bu niyə azalıb? Parçalananda. Çünki buradan oksigen qazanılıb. Oksigen qazı. Ayrılan qazın kütləsidir bu. Deməli, bu azalan miqdar uçub gedən qazın miqdarını göstərir. Yəni, oksigenimiz 16 qramdır. 16 qram oksigen var. İndi deyir, 5 nümunənin kütləsi 8% azalmışdır. Deməli, 5 nümunə 200 idi. Dedik, 16 qram azalıb. Bəs faizlə neçə faiz azalıb? Yəni, 16 200-ü neçə faizini təşkil edir? Onu tapmalıyıq. Tənasüb quraq ki, 200 qram 100%-dirsə, bəs 16 qram neçə faizdir? X. X də bərabər olacaq 8-ə. 8%. Deməli, birinci ifadə doğrudur. 5 nümunənin kütləsi 8% azalmışdır. Bəli, bu doğrudur. Sonra, ikincidir 184 qram kalium permanganat parçalanmışdır. 184 qram qalan bərk qalğın kütləsidir. 184 qram kalium permanganat parçalanmayıb. Yəni, bilmək istəsək ki, nə qədər parçalanıb? Bilirsiniz, necə taparıq? Oksigen dedik 16 qram. Bu azalan miqdar oksigen kütləsini göstərir. Özü də 32-dir. Altına yazarıq 32. Deməli, altdan da 32. Kalium permanganatın üzərinə x qoyarıq. Altından da özün emiri 158-dir. Vurarıq ki, yəni 2 vur 158. Belə yazaq. Buradan da x bərabər olar elə 158-ə. Deməli, 158 qram kalium permanganat parçalanmışdır. Yəni, parçalan kalium permanganatı miqdarını buradan bilmək olur. Ayrılan oksigeni bildiyimizə görə parçalan miqdarı da buradan tapırıq. Amma bu deyil 184 qram parçalanıb. Yanlışdır. İkinci yanlışdır. 11,2 litre oksigen ayrılmışdır. Qramla 16 qram oksigenimiz var, yəni ayrılan oksigen. Yəni 10 litrə çevirək görək. 11,2 litre eləyir ya yox? Eləyəcək. Deyərik ki, normalda 32 qram oksigen 22,4 litrdir. 16 qram oksigen nə qədər litrdir? X. X də bərabərdir 11,2 litr. Bəli, bu doğrudur. Sonra kalium manganodur tam parçalanmışdır. Xeyr, yəni buradan da görürük ki, 158 qram kalium permanganat parçalanıb. Tapdıq indicə. Əvvəlcə 200-müş, o 200-ün 158-i parçalanıb. Deməli, yerdə qalan da artıq qalıb. Onda, yəni, bu tam parçalanmışdır ifadəsi yanlışdır. Bu arada, yəni, deməli, bu 184 qramın içində iştirak edən kütlə nədir? Bu 184 qramın içində 200 qram kalium permanganat götürülüb. Düzdürmü? Bunun 158 qramı parçalanıb. Yerdə qalanı da qalır. Deməli, 200-dən 158-i çıxanda yerdə qalan kütlə, bir də alınan digər kalium 2 mangano, 4 mangano 2, bu alınan məhsulları, indi nə qədər alınırsa, bir də onların kütlələri toplam eləyir 184. Yəni, qabımızda olan bərk maddə, yəni bu 184 qram içində həm kalium 2 mangano 4, həm alınan, yəni həm mangano 2, bu iki alınan maddənin kütləsi, bir də kalium mangano 4-ün artıq qalan miqdarı. Bunların cəmidir bu 184. Yəni, bu şəkildə tapırıq. Sonra, deməli, cavabımız burada 1-3 elədir. İndi 79-cu sualda da yenə həmin qrafikdir. Bu dəfə doğru olmayan ifadələri deyil, müəyyən edin. Yenə həmin reaksiya, həmin qiymətlər. Biz dedik ki, elə hesablamalarımız burada durur. Elə 16 qram oksigen, yəni 200-dən 184-ün çıxanda 16 qram oksigen alınır. Yəni, bu azalma oksigenə görədir. 16 qram oksigen də 200-ün başlanğıc miqdarının 8%-ni təşkil edir. Yəni, bu doğru ifadədir. Onda 2 yanlışdır burada. Orada 1-3 götürmüşük. Burada 2-4 olacaq əlbəttə ki. Yəni, 184 qram kalium permanganat parçalanmışdır deyəndə bu yanlış olur. Çünki 158 qram parçalanır. Hamısını 78-ci sualda demişik, izah eləmişik. 4-cü ifadədə deyir, tam parçalanmışdır. Dedik ki, tam parçalanmayıb. Elə 158-i parçalanıb. 200-dən 158-in çıxanda yerdə qalan qalıbdır. Belə, yəni yanlışdır. 2 və 4 yanlışdır. 80-ci sualda deməli, reaksiya daxil olma qabiliyyətini verib X maddəsinin hidrogenlə plusdur, oksigenlə minus. Yəni, hidrogenlə girir, oksigenlə girmir. 1 olacaq xlor. Xlor hidrogenlə girir. Yəni, H2 xlor 2 alınır, H xlor. Amma oksigenlə girmir. Kükürt hər ikisi ilə girir. Onda götürmürük kükürdü. Silisyumda hidrogenlə girmir, oksigenlə girir. Yəni, bura minus, bura plus olsaydı götürərdik silisyumu. Amma götürmürük. NH3. NH3 hidrogenlə girmir. Artıq, yəni azotun üzərinə hidrogen gəlirik, alınır NH3. Da NH3 üzərinə hidrogen getmir reaksiya. Amma oksigenlə reaksiya daxil olur. Götürmürük. Miso.
Miso artıq uyğun gələcək. Çünki mis 2 oksid, yəni miso üzərinə hidrogen gələndə hidrogen burada mis reduks edir. Alınır mis plus H2O. Amma miso plus O2 reaksiya getmir. Artıq mis tamamilə yanıbdır. Yanma reaksiyasından alınma məhsuldur miso. Yəni miso artıq yanma məhsuldur. Artıq bir də təkrar yanmır. Oksigenə reaksiya girmir. Deməli doğru cavab olacaq 1-5. 81-ci sual. Deməli bu reaksiyanı tamamlasaq buradan alınır kalium xlor plus oksigen. Yəni X oksigendir. Çünki qaz göstərib oxla yuxarı, yəni bu qazdır. Y-də kalium xloriddir. X üçün nə doğrudur? Söhbət oksigendən gedir. Rəngsiz qazdır, bəli. Suda yaxşı həll olur, xeyr, suda həll olmur. Molekulyar quruluşdur, doğrudur. Çünki molekul kristal qəfəsinə aiddir. 3 atomlu bəsti maddədir, yanlışdır. Çünki 2 atomludur. (82-ci sual). Deməli, bu reaksiyanı tamamlayanda buradan alınır kalium 2. Bir dəqiqə. Buradan alınır kalium 2 mangan O4. Mangan O2 plus O2. Deyir Z üçün nə doğrudur? Z əlbəttə ki qaz işarəsi göstərilərsə, deməli oksigendir. Rəngsiz qazdır, bəli. Havadan yüngüldür, xeyr. Çünki oksigen kütləsi 32, emir 32-dir. Hava da 29-dur, orta molar kütləsi. 29-dan yuxarı olan, kütləsi yuxarı olan qazlar havadan ağırdır. 29-dan aşağı olan havadan yüngül. Havadan ağırdır, yəni. Molekulyar quruluşludur, doğrudur. Mürəkkəb maddədir, xeyr, bəst maddədir. Doğru cavab 1-3. 83-cü sualda X maddəsi havanın tərkibinə daxildir, havadan ağırdır, qazdır, yanmaya kömək edir. Deməli, söhbət oksigendən gedir. X üçün nə doğrudur? Oksigendir, düzdür. Sonra bəst maddədir, düzdür. Karbon qazdır, yanlışdır, mürəkkəb maddədir, yanlışdır. 84-cü sual. X maddəsi havanın tərkibinə daxildir, havadan ağırdır, qazdır, yanmaya kömək edir. Yenə söhbət oksigendən gedir. Nə doğru deyil? Karbon qazdır, doğru deyil. Bir də mürəkkəb maddədir, doğru deyil. Bayaq yenə əksidir. Kalium nitrat parçalanır, kalium nitritə, kalium NO2-yə, bir də O2-yə. Yəni X burada O2-dir. O2, yəni oksigen, ozonatordan keçiriləndə buradan alınan qazda O3, ozondur yəni. Şimdi deyir, X və Y üçün ümumi olan nədir? Yəni həm oksigenə, həm də ozona aid olan bir ifadə seçməliyik. Molekulyar quruluşlu çox atomlu bəst maddə olması, bu doğrudur. Hər ikisi molekulyar quruluşludur və çox atomludur. Xoş ətirli olması oksigenə aid deyil. Çünki oksigen iyisiz qazdır. Amma ozon xoş ətirə aiddir. Yəni uyğun deyil hər ikisinə, ümumi deyil. Allotropik şəkil dəyişməsinin olması, bəli, bu doğrudur. Bunlar allotropik şəkil dəyişmə gətirir. Yəni oksigen allotropik şəkil dəyişmələri də həm O2, həm O3. Bu üçü götürüyor. Havanın həcmci 21%-ni təşkil etməsi. Bu oksigenə aiddir, ozona aid deyil. Oksijeşdirici xassiyyəyə malik olması. Bəli, hər ikisi oksijeşdirici xassiyyəyə malik olur, ümumidir. İçməli suyun dezinfeksiya olmasına istifadə olması. Bu ozona aiddir, oksigenə aid deyil. Deməli 1, 3, 5. 86-cı sual. 48 qram karbon tam yanmasına sərf olunan oksigen miqdarını hesablayın. Sadə bir sualdır. Karbonun yanmasına karbon, üzərinə gəlir oksigen. Tam yanma dediyinə görə buradan CO2 alınır. Əslində yəni CO da alına bilir atomun yanında. Amma tam yanma deyirsə artıq CO2 alınacaq. Əmsala da ehtiyac yoxdur. 48 qram karbon, özü də 12 qram. Sərf olunan oksigen miqdarı mol olan soruşur. X mol, özü də 1 mol. X də bərabər olacaq 4 mola. Və cavabımız olacaq 4. 96 qram karbon. Bu dəfə də həmin reaksiyada veribdir bizə 96 qram. 87-ci sual. Deməli, yenə karbon üstə gəl O2 alınır CO2. Karbon miqdarı bizə verir 96, özü də 12. Yenə oksigenin bu dəfə kütləsini deyir. X özü də 32. X də bərabərdir. Deməli, 96-nı vururuq 32-yə, bölürük 12-yə. Burada ixtisar aparsaq, 96 ilə 12 gedəndə qalır 8. 8-də 32-yə vuranda 240, 256. 256. Bu da 87-ci sualın cavabıdır. 88-ci sualda deyir, 6 mol oksigendən maksimum neçə mol ozon almaq olar? Yazaq. Oksigendən ozonun alınması. Reaksiya budur. Əmsallaşdıran da 2O3, 3O2.
6 mol oksigendən 6 mol özü də 3 mol. Neçə mol ozon almaq olar? X mol özü də 2. X də bərabərdir. 6-nı 2-yə vurub bölürük 3-ə. Bu da eləyəcək 4. Deməli 4 mol ozon almaq olar. 89-cu sual. 1 mol metanın tam yanmasından sərf olunan oksigen miqdarını hesablayın. Deməli metan yanma reaksiyasını yazırıq. 89. Metan CH4 plus O2 alınır. CO2 plus H2O. Əmsallaşdırında suya 1-2, oksigenə 1-2 yazırıq. Və 1 mol metan deyir. 1 mol özü də 1 moldur. Sərf olunan oksigen X özü də 2. Deməli X də bərabər olacaq elə 2-yə. Bu da 89-cu sualın cavabıdır. 90-cı sualda deməli 80,8% kalium nitrat və 19,2% kalium fluoriddən ibarət 500 qram qarışığın qızdırılmasından neçə litr oksigen alınır? Deməli burada biz 500 qram qarışığın 80,8%-ni tapacağıq kalium nitrat tapmaq üçün. Çünki kalium fluorid qızdıranda, yəni buradan oksigen alınmır. Oksigen alınacaq kalium nitratdan. Yəni biz 500 qram qarışığın deməli 500-ün 80,8%-ni tapırıq. Yəni vuruq 80,8-ə bölürük 100-ə. Bu da eləyəcək 500-dən 100 gedəndə qalır 5. 5-i də vuruq 80,8-ə. Bu da bərabər olacaq 404. Deməli burada 404 qram kalium nitrat alınır. İndi qızdırılmasından, bu kalium nitratın qızdırılmasından görə neçə litr oksigen alınır? Parçalansın, kalium nitratın parçalama reaksiyasını yazaq. Qızdıranda alınır kalium NO2, yəni kalium nitrit. Bir də oksigen əmsallaşdırırıq. 2 düzəlir. İndi tapmışıq 404 qram kalium nitrat. Üzərinə yazırıq 404. Özünün demiri 101-dir. 2-yə vuranda 202. Neçə litr oksigen alınır? X litr. Özü də 22,4 litr. Buradan da X bərabər olacaq, tənasübdür. 404-ü vuruq 22,4-ə bölür 202-yə. Burada ixtisar gedəndə 2 qalır. 2-ni 22,4-ə vuranda 44,8. Deməli buradan 44,8 litr oksigen alınır. Növbət suala keçək. 91-ci sual. Hidrogen və oksigendən ibarət 300 ml qaz qarışığının qapalı qabda reaksiyasından sonra 32 ml hidrogen artıq qalmışdır. Başlanğıc qarışıqda neçə mililitr oksigen olmuşdur? Deməli, əvvəlcə ümumilikdə 320 ml qaz qarışığı olub. Buradan 32 litr hidrogen artıq qalıb. 320-dən 32-ni çıxırıq. Artıq qalan hidrogeni çıxaq. Görək ümumilikdə neçə milli qaz qarışığı reaksiya girib. Onu tapaq. Deməli, bu da eləyəcək 320-dən 32-ni çıxanda 288. 288 milli həm hidrogen, həm oksigenin reaksiya daxil olan miqdarda artıq. Bunlar necə daxil olur reaksiya? Əmsallaşdıranda görürük ki, 2-nin 1-ə nisbətinə daxil olur. Yəni 2 həcm hidrogen, 2 həcm hidrogen, 1 həcm oksigen. Yəni 2x, bunda 1x. Bu şəkildə götürsək, bunların cəmi bərabərdir 288-ə. Yəni 3x bərabərdir. Çünki reaksiya bu həcmdə girir. Bu da reaksiya girən miqdardır. 3x bərabərdir 288. X də bərabərdir. Deməli, eləyəcək 96. X də bərabərdir 96. Deməli, 96 milli tapdığımız X oksigendir. Bu qədər oksigen başlanğıc qarışıqda olubdur. Bizim cavabımız burada elə 96 olacaq. Amma deməli burada desəydi ki, başlanğıc qarışıqda neçə millilitr hidrogen olmuşdur? O zaman nə edərdik? Sualda indi sonda, yəni belə bir məsələ var. Bu sonra hidrogen soruşur. Hidrogen desəydi, hidrogeni 2x götürmüşük. Yazardıq ki, 2 vurulsun 96, üstə gəl 32-ni də gələrdi üzərinə. Və 32-ni də unutmamaq lazımdır burada. Bəzən burada şagirdlər unudurub 32-ni. Elə deyir ki, hidrogen də 2 vur 96-dır. Yəni 192-dir. Xeyr, tək o deyil. Axı bizim hidrogen artıq qalan hidrogenimiz də vardı. Başlanğıc qarışıq deyirik biz buna. Yəni başlanğıcı o da var daxil onun içində. Yəni üzərinə 32-nə gəlməyi unutmuruq.
Yəni, amma burada oksigen dediyinə görə elə cavabımız 96-dır. 92-ci sual. Əvvəlcə deməli bu reaksiyada dəmir S2 üzərinə oksigen gələndə alınır dəmir 2O3 plus SO2. İndi X maddəsi SO2-dir. Yəni SO2-nin də üzərinə O2 gələndə Y-də olacaq SO3. Bizdən emir Y çıxılsın, emir X fərqini hesablayın. Yəni SO3-ün emirindən o SO2-nin emirini çıxmalıyıq. 6-6 yazıram. SO3 çıxılsın SO2. Burada S-lər gedir. 3 oksigendən də 2 oksigen çıxanda bir dənə oksigen qalır. Bunun da kütləsi neçədir? 16 qram. Deməli, fərq olacaq 16. Ya da elə emir şəklində bunun emirindən bunun emirini çıxırıq da. Amma belə daha rahatdır. Eyni qaydada 93-də də alınır sinko. Deməli, bir də SO2. X SO2-dir. Y də SO3-dür. Yenə həmin cavab. SO3-dən SO2-ni çıxırıq. Yenə 16. 94-cü sual. 600 qram kalium klorat manqan 4 oksidinin iştirakı ilə qismən termik parçalandıqda bərk qalığın kütləsi 1,6% azalır. Reaksiya nəticəsində neçə mol kalium klorid alınır? Bayaqki qrafikə oxşayır. Bayaq bir dənə qrafik var idi. Grafikdə 200-dən 184-ə düşmüşdü. Çıxdıq, tapdıq qramın. Hətta ifadələrin içində deyirdi 8% azalır. O da doğruydu. Yəni orada azalma deyirdik ki, oksigendir. Oksigen qazı ayrılır. Yəni onun hesabına azalır. O 8% elə çıxarmışdı. İndi burada da faiz var. İndi biz burada bu faiz bilməliyik ki, yenə bu oksigen, ayrılan oksigenin miqdarıdır. Bu reaksiyadan da oksigen əmələ gəlir. Reaksiyamız bu da. Əvvəlcə bir dənə reaksiya yazaq. Kalium klorat, kalium kloroid. Orada kalium permanganat idi deyəsən qrafikdə. Fərqi yoxdur. Hər ikisini oksigen alınır. Buradan da deməli kalium klor plus O2. Əmsallaşdırırıq. Burada 3 O2. Hə, deməli bu reaksiyada oksigen əmələ gəldiyinə görə qaz salındı maddə. Bu oksigen miqdarı qədər azalma baş verəcək. Deməli 600-ün əgər 1,6% azalıbdırsa, tapaq. 600-ün 1,6%-ni tapırıq. Vuruq 1,6-ya, bölürük 100-ə. Burada 6-nı, yəni 100-ə ixtisar getsə 6 vur 1,6. Bu da eləyir 9,6. Bu qədər qram ayrılan oksigendir sən demə. Yəni oksigen imiş ki, o qədər azalıbdır. Oksigen hesabına azalıb. Gətirib oksigenin üzərinə yazırıq 9,6 qram. Özü də 32 demiri. Vuranda 3-ə eləyəcək 96 qram. İndi reaksiya nəticəsində artıq nə istəsə bu reaksiyadan tapa bilərik. Neçə mol kalium klorid alınır? Üzərinə x mol, özü də 2 mol. Tənasübdür. Buradan x nəyə bərabər olacaq? Görürük ki 96, bu da 9,6. 10 dəfə kiçik. Bu da 2 yox, 0,2 olacaq. Deməli 0,2 mol kalium klorid əmələ gəlir. Bu da 94-cü sualın cavabıydı. Deməli 95-də yenə eyni qaydadadır. Yenə həmin reaksiyada yazaq, yenə də yazaq. Deməli kalium klorat parçalanır. Kalium klor plus O2. Əmsallaşdırırıq. Deməli 300-ün 6,4%-ni tapırıq. Yenə həmin faiz qədər azalıb. 300 vurulsun 6,4. Bölünsün 100. Bu da eləyəcək 3-ü vuranda 6,4-ə 19,2. 19,2 qram bu ayrılan oksigenin miqdarıdır. Yenə oksigen qaz ayrılıb baxı buradan. Qaz işarəsi yazıram yanına. Deməli oksigen üzərinə yazaq 19,2. Özü də 32-dir. Vuranda 3-ə 96. Və reaksiya nəticəsində neçə mol kalium klorid alınır? Yenə bunu soruşur. X mol, özü də 2 mol. X də bərabər olacaq. 2-ni vurub 19,2-yə böləcək 96-ya. 96-ya ixtisar gedəndə burada 0,2 qalır. 2-ni də 0,2-yə vuranda eləyəcək 0,4. Deməli cavabımız olacaq 95-ci sualda 0,4. 96-cı sual. Yenə eyni tiplidir. Hətta daha sadə versiyasıdır. Çünki burada deyir 800 qram kalium klorat manqan 4 oksid iştirakı ilə termik parçalandıqda bərk kütlə 8% azalır. Reaksiyada neçə litr oksigen ayrılır? Elə soruşdu oksigendir litrlə. Deməli bu reaksiyada bayaqdan yazdığımız reaksiyalarda təkrar yazmıram. Yəni kalium klorat görür ki, bu qaydada parçalanır və buradan oksigen alınır. Alınan oksigenə görədir bu azalma. Yəni bu 800 əgər 800 qramlıq maddəmiz 8% azalıbdırsa, 800-ün 8%-ni tapanda orada oksigen tapmış olacaq. 800 vururuq. 8-ə bölürük 100-ə. Eləyəcək neçə? 64. Demək 64 qram oksigen var imiş də. Yəni oksigen əmələ gəlib bu reaksiyadan. Reaksiyada neçə litr oksigen ayrılır? Litrlə soruşur. Biz də bilirik oksigenin emiri 32-dir. 32 qram 22,4 litrdirsə
64 qram neçə litrdir X? Bu da eləyəcək 2 dəfə artıb olacaq 44,8 litr. Deməli 96-cı sualdır. Cavabımız 44,8 litrdir. 97-ci sual. 10,1 qram kalium nitratın termiki parçalanmasından yazaq parçalanma reaksiyasını. Deməli kalium nitrat, kalium NO3 parçalanır kalium nitritə, kalium NO2-yə. Bir də O2 əmsallaşdırırıq. 4, 6, aha düzəldi. İndi burada 10,1 qram kalium nitrat deyir. Yazaq üzərinə 10,1. Özünün emeri 101 də əmsalına 2 vuranda 202 olacaq. Neçə qram su alınır? Yox, alınan oksigenin, hani şərtin ortasından fikir verək, alınan oksigenin hidrogenlə qarşılıqlı təsirini. Deməli, alınan oksigeni tapmalıyıq biz və hidrogenlə reaksiya girəcək, oradan alınan suyun miqdarını soruşur. Oksigeni molla tapaq. Fərqi yoxdur, nəyin istəsək tapa bilərik. Amma molla tapaq. X mol, özü də 1 mol. X də bərabər olacaq neçəyə? 0,5-ə. 10,1-i vurub 1-ə bölürük 202-yə. Bu da eləyir, deməli 0,5 mol. Bu qədər oksigen əmələ gəlir bu reaksiyadan. İndi alınan həmin oksigen hidrogenlə qarşılıqlı təsirdə. Demək, hidrogenlə oksigenin qarşılıqlı təsirini yazırıq. Buradan alınır H2O, əmsallaşdırırıq. Və tapdığımız oksigen miqdarının qeyd edildiyi üzərinə 0,5, özü də 1 mol. Və reaksiyasına neçə qram su alınır? Y qram su, özü də 18 də əmsalında 2-yə vuranda 36. Buradan da Y bərabər olacaq 0,5-i vururuq 36-ya. 36. Bu da eləyəcək, deməli 0,5 olsaydı 18 olardı. Bu da bir də 10 dəfə də kiçik, yəni 1,8 eləyəcək. Deməli 1,8 qram buradan su əmələ gəlir. Bu da olacaq 97-ci sualın cavabı. 98-ci sualda da yenə eyni qaydadadır. Yenə də yazaq qaydasında. Deməli 98. Bu dəfə natrium nitratdır. Kalium nitrat olub natrium nitrat. Yəni həmin məsələnin natrium olanını dəyişir. Yenə eyni qaydada parçalanırlar. Əmsallaşdırırıq. Və burada 8,5 qram natrium nitrat. 8,5. Özün emeri 85'dir. Elə 2 vur 85 yazıram. 2 vur 85. Vurmuram. Yəni 170 gedir buna. Sadəcə vurmuram. Yəni rahat ixtisar getsin deyə. Əmələ gələn oksigeni X qoyuram, molla tapaq 1. X də bərabərdir. Burada deməli yenə 20 dəfə 2 vur 85, o da 8,5. 20 dəfə azalma baş verir. Yəni 1 də 20 bölünür 0,5 eləyəcək. Yəni 0,5 mol buradan oksigen əmələ gəlir. Bu alınan oksigen yenə hidrogenlə reaksiya daxil olur. Hidrogen üzərinə gəlir oksigen, alınır H2O, əmsallaşdırırıq. Və tapdığımız oksigen miqdarını yazaq üstünə 0,5, özü də 1. Neçə qram su alınır? X, özü də 36. Yenə həmin qiymətlərdir. X də bərabər olacaq 0,5-i 36-ya vurub 1-ə böləndə 1,8 qram eləyəcək. Bu qədər su əmələ gələr. Bu da 98-ci sualın cavabı. 99-cu sual. Deməli, bu sualda görürük ki, 99-cu sualda hidrogen artıqlaması ilə yazılıb. Artıqlaması ilə hidrogen oksigenlə reaksiya daxil olur və buradan su əmələ gəlir. Çox sadə bir məsələdir əslində. Sadəcə bunu şəkil formasına verəndə biraz qəliz görsənir. Amma əslində ən sadə bir məsələdir. Yəni burada hidrogen oksigen arasında reaksiyanı yazırıq, oksigen qiymətini qoyub suyu tapırıq. Yəni başqa heç bir şey yoxdur. Yəni hidrogen burada artıqlaması ilə yazılıb. Yəni onsuz da biz artıq qalan maddə ilə tənasüb qurmuruq ki, o artıqdırsa deməli oksigen tam sərf olunur. Oksigenlə tənasüb quracaq. Deməli, reaksiyamız budur. Hidrogen üstəgəl oksigen alınır H2O, əmsallaşdırırıq. Və deməli 6 mol oksigendir. Yazırıq üzərinə 6 mol, özü də 1 mol. X mol su. X mol, özü də 2 mol. Artıq tənasübdən X tapırıq. X bərabərdir. 6-nı vurub 2-yə bölürük 1-ə. Bu da eləyir 12 mol. Deməli 12 mol buradan su əmələ gələr. 100-cü sualda da hidrogen miqdarına görə suyu tapacaq. Burada da oksigen artıq qalır. Yəni artıq qalmağı onsuz da onun miqdarı yoxdur. Yəni bir dənə qiymət verib ona işləyəcək. Amma artıqlaması ilə o demək ki, yəni o artıqdır. Deməli hidrogen burada tam sərf olunubdur. 100-cü sualda. Yenə reaksiyanı yazırıq. H2 üstəgəl O2 alınır H2O. Əmsallaşdıraq.
6 mol hidrogenin üzərinə yazırıq bu dəfə. Özü də 2 moldur. Suyun üzərinə x, özü də 2 mol. X ilə bərabərdir. 2'lər gedəcək. Qalacaq 6 mol. Bu da 100-cü sual. Sonra 101-ci sual. Deməli bu ozon məsələsidir. 70 mol oksigen ozonatordan keçirildikdən sonra burada sağ tərəfdə deməli 2 maddənin adı var. Həm oksigen, həm də ozon. Yəni bu ozon məsələlərində asandır, əslində rahatdır ozon məsələləri. Yəni fikir verin, çətin deyil. Sadəcə biraz çaşdırıcı olur. Yəni bəzən uşaqlar biraz çətin gəlir ozon məsələsi deyə, yəni çətin məsələ adı ilə səsləndirirlər. Sadəcə rahat məsələdir əslində. Yəni bir dənə burada anlamaq lazımdır. Nədir, nə deyil. 70 mol oksigen ozonatordan keçirilir. Yəni bu hələ keçirilir. Bu demək deyil ki, bu 70 mol oksigen hamısı girəcək reaksiyaya. Yəni biz görürük ki, sağda 40 mol oksigen var. Bu reaksiyadan sonra bu ozonun əmələ gəlmə reaksiyasıdır. Bu oksigen təzədən burada nə iş görür? Yəni niyə bu yenə var? Bu 40 mol oksigen burada nə iş görür? Niyə var yəni? O demək ki, bu oksigen artıq qalıb. 40'ı artıq qalıb. Bu artıq miqdarıdır. Bəs nə qədər girib? 70'ini ötürmüşlər. 70 keçirmişlər. Niyə? Bu 40'ı qalıbsa nə qədər girib? Deməli 30'u girib. Onda reaksiyada oksigen üzərinə 70'i yazmaq olmaz. 70'in hamısı girməyib axı. Amma 70'dən 40'ını çıxıb 30'u yaza bilərik. Fakt 30'u girib. Deməli reaksiyamız belədir. Oksigendən ozon alması, yəni sadə bir reaksiyadır. O2 alınır O3. Əmsallaşdırırıq. Deməli, sualın bir dənə nömrəsini qeyd edirik. Dedik ki, bu 70 mol oksigenin 40 molu artıq qalıbsa 70'dən 40'ını çıxırıq. 30 mol oksigendə O2'də reaksiya girib. Yazaq. Oksigenin üzərinə qeyd edirik 30 mol. Özü də 3 mol. İndi alınan ozonu x qoyub. Ozonu x qoyaq tapaq. Özü də 2 mol. X də nəyə bərabər olacaq? 30'u vurub 2'yə bölü 3'ə. 20. Deməli 20 mol ozon əmələ gəlir buradan. Doğru cavab 20'dir. %2-ci sual. Burada da deməli yenə 80 mol oksigen ozonatordan keçirəndə bunun 40 mol artıq yox. Burada yerini dəyişir. Bu O3'dür. Yəni bu O3'dür, bu O2'dir. İndi burada artıq ozonun miqdarı var, artıq qalan oksigen yoxdur. Yəni bu artıq qalan oksigendir. Bunu soruşur bizdən. Biz nə qədər oksigen artıq qaldığını bilmək üçün gərək nə qədər oksigen reaksiyaya daxil olub onu bilək. Daxil olanı bilək ki, ümumi miqdardan daxil olanı çıxaq, artıq qalanı bilək. Bunun üçün biz yenə həmin reaksiyanı yazırıq. Deməli O2 alınır O3. İndi yəni ozon miqdarını həmişə rahat-rahat üzərinə qoya bilərik. Yəni 80 mol oksigenin üzərinə mən 80 yaza bilmərəm. 80 artıqlaması ilə götürülüb. Amma fakt 40 mol ozon əmələ gəlirsə üzərinə yaza bilərik 40. Yazırıq. Daha doğrusu yazmalıyıq da. Özü də 2 mol. Oksigenin üzərinə bir dənə A yazıram. X yazmıram. Bir də elə bilərsə həmin X-dir. Çünki tapdığımız o deyil. O artıq qalan miqdar. Mən tapdığım isə reaksiya daxil olan miqdar olacaq. Özü də 3 moldur. A da bərabərdir. 3'ü vurub 40'a bölür 2'yə. Yəni 60. 60 mol O2, yəni oksigen. Reaksiya daxil olub. Yəni girib. Reaksiya girib. Əvvəldə 80 idi miqdarı. 80'in əgər 60'ı giribdirsə, 80'dən 60'ını çıxırıq. Yerdə nə qalır? 20. Deməli 20 molda oksigen artıq qalıb. Deməli biz sağ tərəfdəki oksigen həmişə artıq qalan miqdarı göstərir. Deməli x-in qiyməti nəyə bərabər olacaq? Elə 20'yə. 103-cü sual. N litr O2 ozonatordan keçirilir. N-4 litr O3. Bu O3'dür. İndekslər biraz solğundur. Bu da O2'dir. Deməli N-4 litr ozon əmələ gəlir. 3 litrdə oksigen. Yenə bax burada sağ tərəfdə ozonun yanında bu oksigenin miqdarı 3 litr. Bu 3 litr oksigen artıq qalıb. Bu artıqdır. N litr oksigen ötürəndə onun 3 litri qalıbsa, bəs nə qədər girib? Məsələn, N'in yerində 10 olsaydı, deyərdik ki 10 litr ötürmüşü, 3'ü qalıb. Nə qədər girib? 10 çıxılsın 3, yəni 7 litr girib. İndi həmin şey ifadə ilə deyək də, N litr girib, yəni ötürüblərsə ozonatora.
Onun 3 litri qalıbsa, deməli N çıxılsın 3-ü də reaksiya daxil olub. Deməli oksigenin reaksiyaya daxil olan miqdarı N çıxılsın 3 olacaq. Reaksiyanı bir dənə yazaq. Oksigen alınır ozon. Dedik ki, N litr oksigen keçiriblər, onun 3-ü qalıb. Deməli N çıxılsın 3-ü də girib. Özü də 3 mol. Yəni litr, söhbət ancaq litrdən gedəndə, litrlə verib litrdən soruşanda biz molları litr kimi qəbul edə bilirik. Deməli, sağ tərəfdə də ozonun miqdarını yazaq üstündə. Ozon həmişə yaza bilirik. Ozonda N çıxılsın 4-dür. Yazıram N çıxılsın 4, özü də 2. Artıq tənasübdür. Çarpaz vururuq. 3-ü vuruq N çıx 4-ə. Olacaq 3N çıxılsın 12. Bərabərdir. 2-ni də vuruq N çıx 3-ə. Çarpaz vuruq. 2N çıxılsın 6. Buradan eləyəcək N bərabərdir elə 6-ya. Deməli N'in qiymətini tapdıq 6. Cavabımız da elə budur 6. Bizdən də N'i soruşurdu. 104-cü sual. 50 litr oksigen qazını ozonator cihazından keçirdikdə onun 60% ozona çevrildi. Alınan qaz qarışının ümumi həcmini hesablayın. Deməli 50 litr oksigen qazını ozonator cihazından keçirdikdə bu hələ keçiriblər. Bu demək deyir ki, yəni 50 litr oksigen daxil olub. Xeyr. Bunun indi deyir 60% ozona çevrildi. Uşaqları ən çox burada, yəni hər dəfə mən soruşuram ki, yəni burada 60% ozona çevrildi deyəndə biz burada əvvəlcə yəni 50-nin 60%-ni tapırıq. Bir dənə bunu deyək. Bıraq 60-a bölək 100-ə. Bu da eləyir deməli 30 litr. Deyirəm burada 30 litr nəyi miqdardır? Adətən eyni cavab verirlər. Adətən deyirlər ki, ozon. Bu nədir? Burada yazıb ki, onun 60% ozona çevrildi. Bu demək deyil, 60% ozondur. 60% ozon əmələ gəldi. Demiş ki, 60% ozon əmələ gəldi. Bu bizə deyir ki, oksigeni keçirəndə onun 60% ozona çevrildi. Yəni demək istəyir ki, bunun 60% bu ozonlaşma reaksiyasına daxil olur. Yəni bu reaksiyaya girən oksigenin miqdarıdır. Bu tapdığımız 30 litr oksigen reaksiyaya girir. Girən miqdardır ki, yəni ozona çevrilir. O mənada. Yəni ozon deyil bu. Deməli reaksiyanı yazırıq. O2 alınır O3. Və dedik ki, bu 30 litr oksigen girir. Yazıram 30. Özü də 3. Alınan qaz qarışının ümumi həcmini hesablayın deyir. Alınan bir dənə ozon tapaq. X özü də 2. X də bərabər olacaq 20-yə. 20 litr O3 alınır. Ozon alındı. Bizdən tək ozonu soruşmur. Cavabımız yəni tək 20 deyil. Deyir, alınan qaz qarışının ümumi həcmini hesablayın. Bilirsiniz nəyi soruşur? Digər sualları bir dənə fikir verin. Məsələn, 102-ci sual. Sağ tərəfdəki bu ikisi bir yerdə. Alınan qaz qarışığı odur. Yəni əmələ gələn ozon, bir də artıq qalan oksigen. O ikisinin miqdarını soruşur bizdən. İndi biz də əmələ gələn ozonumuzu tapdıq. Nə qədər tapdıq? 20 litr. Bəs artıq qalan miqdarı nə qədərdir oksigenin? Qaydaq başa şərtin əvvələ. 50 litr oksigeni keçirəndə biz dedik onun 60% daxil olur. Yəni 30 litri reaksiyaya girir, qeyd eləmişəm. 50-nin 30-u girəndə, deməli 50-dən 30-un çıxanda 20 litrdə artıq qalır. Elə buradaca yazıram 50 çıxılsın 30 bərabərdir 20 litr O2 qalır. Deməli 20 litr oksigen qalıb, qabımızda hal-hazırda 20 litr oksigen var. 20 litrdə ozon əmələ gəlib. Cəmi nə qədər qaz qarışığı alınır? 20 ilə 20-nin cəmi, yəni 40 litr. 20 üstə gəl 20 bərabərdir 40. Deməli cavabımız olacaq 40 litr. Yəni sonda qaz qarışığımızın içində həm alınan ozon oldu, həm də artıq qalan oksigen. Bunların cəmi. 105-ci sual. Kalium xloratın tam parçalanması nəticəsində alınan oksigenin hamısı, reaksiyamdan yazaq kalium xloratın parçalanma reaksiyasını. Deməli kalium xlor O3 parçalanır. Kalium xlor plus O2. Əmsallaşdırırıq. İndi alınan oksigenin hamısı, hələ burada üzərini hesablama apara bilməyəcək. Çünki əlimizdə heç bir şeyin qiyməti yoxdur. Amma alınan oksigenin hamısı dəmirlə reaksiya daxil olur. Yazaq, aşağıda bir dənə reaksiya edəcək. Dəmir, üstə gəl O2. Alınır dəmir 3, O4. Əmsallaşdırırıq. Dəmirə 3, oksigeni 2 yazırıq, düzəlir. Deməli, 69,6 qram dəmir 3, O4 əmələ gəldiyini bilərək. Yazaq, dəmir 3, O4 üzərinə 69,6 qram.
Özünün də emeri 232-dir. Deyir, götürülmüş kalium xloratın kütləsini hesablayın. Kalium xloratın kütləsini hesablamaq üçün bu reaksiyalarda ortaq maddələr oksigendir ki, bu reaksiyadan alınıb digər reaksiyada iştirak edib. Yəni biz aşağıda dəmirlə oksigen arasındakı reaksiyada oksigeni tapmalıyıq. Dəmir 3O4-ün hesabına oksigen miqdarını x qoyub tapırıq. Molla tapaq və bu oksigen miqdarını üstdəki reaksiyada qoyacaq, oradan da kalium xloratın kütləsini tapacaq. Deməli, buradan x nəyə bərabər olacaq? X bərabər olacaq 2-ni 69,6-ya vurub 232-yə böləcəyik. Burada 232-yə ixtisar aparsaq 1, burada da 0,3 qalır. Onda x də bərabər olacaq 2-ni 0,3-ə vuranda 0,6. Deməli, 0,6 mol oksigen daxil olub reaksiyaya. İndi digər üstdəki reaksiyada oksigen üzərinə yazıraq 0,6, özü də 3 mol. Kalium xloratın üzərinə y qram, qramla soruşur. Altdan da özünün emeri 122,5-dir. Buranda əmsalındakı 2-yə olacaq 245. Buradan da y nəyə bərabər olar? Y bərabər olar 245-i 0,6-ya vurub 3-ə böləcək. 0,6 ilə 3-ə ixtisarı gedəndə burada 1, burada 0,2 qalır. 245-i də 0,2-yə vuranda eləyəcək, deməli, 245-i 2-yə vuranda 490, bu da eləyəcək 49. 49. Deməli, 49 qram kalium xlorat reaksiyaya daxil olub. Götürülmüş kalium xloratı miqdarı, yəni 49 qram olub. Cavabımız budur. 106-cı sual. Yoğunluğu müəyyən edin. Venn diaqramında, yəni müəyyən etməli yoğunluğu. Hidrogen, bir də oksigen bunlar haqqındadır, yəni yoğunlaşdıraq. Deyir, sintez qazın tərkibinə daxildir. İndi burada sintez qaz qarışığı nədir? Əvvəlcə onu deyək. Sintez qaz qarışığı metanın üzərinə su gələndə və yaxud metanın üzərinə karbon qazı gələndə buradan əmələ gəlir CO plus H2, CO plus H2 hər iki reaksiyada alınan CO və H2 qaz qarışığı sintez qaz qarışığıdır. Və bunda tərkibində oksigen görmürük biz. Yəni burada karbon monoksid, dəm qazı var, bir də hidrogen qazı. Yəni bu hidrogenə aiddir. Yazıram 1, 2, 3. Yəni biz bu A variantın qeyd eləyəcək hidrogenə, yəni 1-ə. 1-ə A. Sonra kainatda geniş yayılmışdır. Bu da hidrogenə aid bir ifadədir. Hidrogen kainatda geniş yayılıbdır. AB, 1 AB. Qələm metallarla bilavasitə qarşılıqlı təsirdə olur. Qələm metallarla deməli hər ikisi hidrogen də, oksigen də qarşılıqlı təsirdə olurlar bilavasitə, yəni birbaşa girirlər reaksiyaya. Deməli ortaya ikinciyə aid olacaq. 2-yə C. Sonra üçüncü növbəti yəni kosmik gəmilərdə və sualtı qayıqlarda onunla doldurulmuş balonlardan istifadə olunur. Kosmik gəmidə, sualtı qayıqda biz yəni tənəffüs etmək üçün hansı qaz lazımdır? Oksigen qazı. Ondan doldurulmuş, yəni onunla doldurulmuş balonlardan istifadə olunur da, yəni oksigenə aid olan bir ifadədir. 3-ə D. Yanmaya və tənəffüsə kömək edən havadan ağır qazdır, əlbəttə ki, oksigen. Yəni üçüncüyə aiddir. Deməli 1-ə AB, 2-yə C, 3-ə D, Y. 107-ci sual. Oxşarlığı müəyyən edin. Qələm metallar, hidrogen, bir də halogenlər. Deyir, xarici energetik səviyyəsində bir elektron var. Xarici energetik səviyyəsində bir dənə elektron var, deyir. Bu qələm metallara aid olacaq. Bu qələm metala aiddir. Bir də hidrogenə var da. Deməli, məsəl üçün qələm metal, biz bilirik ki, birinci A yarım qrup elementlərdə 1A. Yəni NS+1. Bunlarınki belədir də. Yəni bir dənə elektron var xarici təbəqədə. Məsəl üçün natrium 3S+1, kalium 4S+1. Xarici təbəqədə bir dənə tək elektron var. Hidrogen də sıra nömrəsi 1-dir. Bu da 1S+1-dir. Deməli, hər ikisinə aiddir. Yəni həm hidrogen, həm qələm metal. Amma halogenlərdə xeyr. Xarici elektron təbəqəsində 7 elektron var. Onlarda NS+2, NP+5-dir. Deməli, A-nı 1-ə götürürük. 1-ə A. Yazıram 1, 2, 1-ə A oldu. Sonra, deməli, B variantında deyir S elementidir. Qələm metallarda S elementlərdir, hidrogen də S elementdir. Amma halogenlərdə yazmışam NS+2, NP+5, P elementidir bunlar. Deməli, B də aiddir 1-ə. 2 atomlu bəsit maddə əmələ gətirir. Qələm metallar ümumiyyətlə 2 atomlu olmaz, axı tək atomludur. Amma hidrogen H2, halogenlər fluor 2, xlor 2, brom 2, yod 2, bunlar 2 atomludur. Deməli, ikinciyə götürəcək C-ni. Xarici energetik səviyyəsini tamamlamağa bir elektron çatmır.
Demək, xarici elektron səviyyəsini tamamlamağa bir elektron çatmır. Xarici energetik səviyyəsi hidrogende məsəl üçün 1s+1'dir. Düzdürmü? Yəni bunu tamamlayanda 1s+2 olmağa bir dənə elektronu çatmır. Bu hidrogenə aiddir. Düzdür. İndi deməli bir də halogenlərdə də P+5 dəxə. P+5'i tamamlayanda N+5 P+6 olacaq. Xarici energetik səviyyəsini tamamlamağa bir elektron çatmır. Halogenlərdə də yəni bir dənə məsəl üçün flor 2s+2 2p+5. Deməli bu tamamlamaq üçün P+6 eləmək üçün yəni 8'e tamamlamaq üçün bir elektron çatmır. Bəli, bu halogenlərə də aiddir, hidrogenə də aiddir. Amma qələm metallara aid deyil. Qələm metallar xarici energetik səviyyəsi, yəni ondan tamamlanmır. S-dən sonra bunun P-si var. Məsələn, amma məsələn halogenlərdə xarici energetik səviyyə deyir də, yəni 8'e tamamlamağa deyir. 7, bir də elektrondan olur 8'e tamamlar. Yəni bu halogenə, hidrogenə aiddir. C, bir də D. Sonra Y variantı birləşmələrdə sabit valentlik göstərir. Bu artıq qələm metalına, hidrogenə aid olacaq. Çünki halogenlər dəyişkən valentli olur. Bir də flor sabitdir, qalanları dəyişkəndir. Ona görə deməli Y-ni birinciyə götürəcəyik. 1'ə A, B, Y, 2'yə C, D. 108-ci sualda der uyğunluğu müəyyən edin. 1 mol maddənin parçalanmasından alınan oksigenin həcmi uyğun olaraq, yəni buradan alınan oksigenlərin həcmlərinin uyğunlaşma, hər birinin elə bir reaksiyalarını gərək yazaq ki, oradan alınan oksigenləri tapaq. Deməli, birinci reaksiya A variantında kalium manqan O4 parçalanır. Kalium 2 manqan O4 manqan O2 plus O2. Əmsallaşdıranda bura 2 yazırıq. Sonra B variantı kalsium nitrat. Biraz vaxt aparan sualdır. Parçalanır kalsium nitritə, kalsium NO2 plus O2. Burada əmsala ehtiyac yoxdur. 6 oksigen düzəlir. C variantı natrium nitrat. Parçalanır natrium nitritə, bir də oksigenə. Əmsallaşdırırıq. Sonra kalium xlorat. Kalium xlor 3 parçalanır. Kalium xlor plus O2 əmsallaşdırırıq. Bir də HNO3. HNO3 parçalananda alınan oksigen, burada da oksigen alınır. Demək HNO3 parçalanır. NO2 O2 plus H2O. Əmsallaşdırsaq bunu da. Deyəsən bura bir 4 düşür, bura bir 2 düşür. Baxın bir dənə 12 oksigen, 8, 10, 12. 4 hidrogen, düzəldi. İndi 1 mol maddənin parçalanması. Maddələrimizin üzərinə 1 mol, özü də 2 mol. Alınan oksigenləri tapmalıyıq. Birinci reaksiyada oksigenimiz 1 idi. Üstünə də X qoysaq, X də bərabər olacaq 0,5'ə. Yəni molla tapdım. Yəni litrlə tapaq da elə birbaşa. Yaxşı, 1 qoymuram, yazıram 22,4. Onda X də bərabər olacaq. Bunun yarısı 11,2. Biraz yerimiz dar oldu. 11,2. Yəni 11,2 olan birinci A variantı. Qarşısına yazıram A. B variantına maddəmizin üzərinə yazırıq. 1 mol, özü də 1 mol. Oksigendə bir dənə X, 22,4. X də elə 22,4. Deməli, ikinciyə B variantı. Üçüncü də maddə 1 mol, özü 2 mol. Oksigenə bir dənə X, özü də 22,4. X bərabər olacaq 11,2. Yenə 11,2 elədi. Bir dəqiqə. Burada 11,2 yazmışam, biraz yer dardı. C variantı yenə birinciyə. Biri A, həm də C. Sonra növbəti reaksiyada maddənin üzərinə 1 mol, özü də 2 mol, oksigen X, bu da 67,2 eləyir. Onda olacaq 33,6. Bu da üçüncüyə. Üçüncüyə D variantı. Y'də maddənin üzərinə 1 mol, özü də 4 mol, oksigen X, 22,4. X də bərabər olacaq 5,6. Deməli, Y variantı heç birinə aid olmadı. Çünki burada 5,6 cavabı yoxdur.
Deməli, cavab 1'ə A, C, 2'ə B, 3'ə D. Yine 109. sual eynidir. Yine reaksiyaları yazmalıyıq. Deməli, kalium xlor 3 A variantında. Kalium xlor O3 parçalanır. Kalium xlor plus O2. Əmsallaşdırırıq. B variantında H2O2 parçalanır. H2O'ya bir də oksigenə. Əmsallaşdırırıq. Sonra C variantı. Baryum nitrat parçalanır. Baryum NO3 parçalanır. Baryum nitritə, yəni baryum NO2 bir də O2. Burada əmsala ehtiyac yoxdur. D variantında HNO3 parçalanır. NO2, O2 plus H2O. Əmsallaşdıranda 4, 4, suya da 1, 2. Bir də civə 2 oksidin parçalanması. Y variantı. Civə O. Parçalanır. Civə plus O2. Əmsallaşdırırıq. Aha, indi yenə 1 mol maddənin parçalanmasından deyir. Maddələrimizin üstünə 1 mol. 1 mol. Özü də 2 mol. Oksigen X, bir də 3 mol oksigen 67,2 litre edir. X bərabər olacaq 33,6. A-nı 3-cüyə götürürük. 3'ə A. Sonra digərində 1 mol, özü də 2 mol. Oksigen X 22,4. Buradan X nəyə bərabər olacaq? 11,2. B variantı 11,2. Birinciyə B. Üçüncüdə maddəmiz 1 mol, özü də 1 mol. Oksigenin bir X 22,4. X də 22,4 eləyəcək. Yəni bunu silirəm, 22,4 yazıram. Deməli C-də ikinciyə aid olacaq. 2C yəni. D variantı 1 mol, özü də 4 mol. Oksigen X 22,4. Bu eləyəcək 5,6. Yenə heç bir varianta uyğun deyil. Bayaqçı kimi. Sonra növbəti civə O. Maddəmiz 1 mol, özü də 2 mol. Oksigen X 22,4. Buradan X bərabər olacaq 11,2. Yəni bu da Y variantı da birinciyə aid olacaq. Deməli 1'ə B'ye, 2'ə C, 3'ə A. 110-cu sualda maddələrimiz X, Y, Z tam yanma reaksiyasına daxil olan oksigen kütləsi uyğunlaşdırmalıyıq. Bir bunların yanma reaksiyasını yerə yazaq. Deməli, birinci A variantından başlayaq. A variantında fosfor tam yanmadır. Üzərinə O2 gəliləndə deməli P2O5 alınacaq. Əmsallaşdırırıq. Bu da 4. Sonra bir hamısını yazaq sonra. B variantı. Karbon üzərinə O2 gəlirik, alınır CO2. Əmsala ehtiyac yoxdur. C variantı lityum üzərinə O2 gəlirik, alınır lityum oksid. Yəni lityum 2O. Əmsallaşdırırıq bunu da. D variantı. Alüminium. Üstə gəl O2. Alüminium 2O3. Bura bir 2, bura bir 3, alüminiuma 4. Y variantında silisyum. Plus O2. Elə silisyum O2. Əmsala ehtiyac yoxdur. Maddələr 1 moldur cədvəldə verib. Hamısı üzərinə 1 mol. Özdə 4 moldur. Birinci A variantı işləyək. Oksigen kütləsini soruşur. X mol, altdan da oksigen 32'dir. Vuranda əmsalındakı 5'ə eləyəcək 160. Buradan X bərabər olacaq. 160'ı 1'ə vurub 4'ə böləndə 40. 40 hansıdır? Z-dədir. Deməli 3-cüyə, yəni Z-ə A variantını götürəcək. 3'ə A. Sonra eyni qaydada karbon. 1 mol, özü də 1 mol. Oksigen X qramlarını tapırıq da. Altdan da 32. X də bərabərdir elə 32'yə. 32 olan hansıdır? Y ikinci. İkinciyə B-ni götürəcək. Sonra lityum 1 mol, özü də 4 mol. Oksigen X 32. X də bərabərdir 32'ni 1'ə vurub 4'ə böləndə 8. 8 yoxdur. Deməli C variantı heç birinə aid deyil. Keçək D variantına. 1 mol, 4 mol. X mol, 32'ni 3'ə 96. X də bərabər 96'nı da 4'ə böləndə eləyəcək 24. 24, yəni X aiddir 1'ə.
1'ə D. Silisyumda 1 mol özdə 1 mol x 32, x də bərabərdir elə 32-yə. Yəni Y-ə, ikinciyə. İkinci həm B, həm də Y. 1'ə D, 2'ə B-yə, 3'ə A. Yenə 111-ci sualda eyni tipli sualdır. Yenə maddələrimizin yanma reaksiyalarını yazaq. Lityum üstəgəl O2 alınır lityum 2O. Əmsallaşdırırıq. Bu A variantı. Sonra B variantında silisyum üstəgəl O2 alınır silisyum O2. C variantı magnezyum üstəgəl O2 alınır magnezyum O. Əmsallaşdıraq. Alüminium D variantında. Alüminium üstəgəl O2 alınır alüminium 2O3. 4, burada 3 yazırıq. Y variantında sink üstəgəl O2 alınır sink oksid, sinko 2, 2. İndi yenə maddələrimiz 1 moldur. Hamısı üzərinə yazaq. 1 mol lityum özdə 4 mol oksigen x 32 qram. X bərabərdə 32-nin 4-ə 8. Y-ə, yəni ikinciyə lityum A-nı, 2A-nı götürürük. Silisyum 1 mol özü də 1 mol. Oksigen x 32. X bərabərdə 32. Demək 32 olan x-ə birinciyə B-ni götürəcəyik. Magnezyum 1 mol özü də 2 mol. Oksigen x 32. X də bərabərdir 16. Üçüncü Z-ə götürəcəyik C-ni. Y-yə oxşadı. C-ni yaxşı yazaq. Aha. Deməli D variantında alüminium 1 mol özü də 4 mol. X mol altdan da 32-ni 3-ə vuranda 96. 96-nı da 4-ə böləndə eləyəcək neçə? 24. 24 heç birinə aid deyil. D variantı heç birinə aid olmadı. Sonra sinkdə 1 mol özü də 2 mol. X 32. X də bərabərdir 16. Z-ə aiddir. Üçüncüyə. Üçüncüyə həm də Y-ni. Həm C, həm Y. 1'ə B, 2'ə A, 3'ə də C, Y.